Dəqiqə baxım görüm kimlər qoşulur. Okay. Hı hı. Bugün biz çox önəmli bir bacarıq haqqında danışırıq və həmin o bacarıq 21-ci əsrdə mən düşünürəm ki, hər bir insan üçün ən vacib bir bacarıqdır. Çünki bizim həyat keyfiyyətimiz sırf verdiyimiz sağlam qərarlarla bağlıdır. Biz gündəlik həyatda hər hansı bir məsələdə qeyri-sağlam qərarlar veririksə, hər hansı bir sahədə, bu qeyri-sağlam qərar təkcə həmin sahəyə aid olmur, ona təsir göstərmir. Bizim bütün həyatımızın bütün sahələrinə təsir göstərir və məhz buna görə biz çox fərqli aspektdən bugün biz bu qərar vermə bacarıqla da, qərar vermə psixologiyasına da biz yanaşacağıq. İlk növbədə mən özümü təqdim etmək istəyirəm. Mən özüm biznes psixologiya üzrə MBA təhsil almışam xaricdə Çexiyada və özüm sahibkarlıq psixologiyası üzrə təlimlər həyata keçirdirəm son 8 ildə. Çox fərqli layihələrlə əməkdaşlıq etmişəm. Eyni zamanda Azərbaycanda bestseller olan Dünyanı İşıqlandır kitabının müəllifiyəm, hansı ki bir çox ölkələrdə və hal-hazırda Azərbaycanda bir çox bölgələrdə onun uğurlu satışları həyata keçirilir və hal-hazırda Türkiyədə də çap prosesindədir. Kitab Yurdu platforması ilə əməkdaşlıq edərək artıq növbəti aylarda da biz onun satışını həyata keçirdəcəyik və daha sonra Amazonda da satışını həyata keçirdəcəyik. Özüm son 8 ildir məzmun yaradıram fərqli platformalarda, çalışıram ki, fərqli sahələr üzrə eyni zamanda həm psixologiya, həm şəxsi inkişaf, həm sahibkarlıq üzrə maarifləndirici məlumatlar paylaşım ki, insanlar hər gün gündəlik həyatında onu praktiki tətbiq edə bilsinlər. Bizim bir komandamız var. Son 3 ildə şirkətləri, təşkilatları rəqəmsallaşdırırıq, süni zəka həll yolları təklif edirik və son bizim həll yollarımızdan biri WhatsApp marketinqdən ibarətdir ki, hansı ki bir çox şirkətlər üçün biz artıq o sistemləri qurmağa başladıq ki, onlar öz satışlarını da artıra bilsinlər. Və eyni zamanda mütəxəssis və sahibkarlara da mentorluq edirəm, çünki həm psixologiya üzrə təhsil, həm mənim öz sahibkarlıqla bağlı olan təcrübələrim, hansı ki 2017-ci ildən bəri həmin sahibkarlıq təcrübəsi əsasən məndə şirniyyat biznesi ilə bağlıdır. Fiziki və əqli məhdudiyyəti olan qadınlardan ibarət bir komandamız var və onlarla bir yerdə biz bu işi indiyənə kimi də B2B əsasən modeli üzərində biz həyata keçirdirik. Və eyni zamanda son 3 ildə təkamül psixologiyası üzrə davamlı tədqiqatlar edirəm, bir kitab üzərində çalışıram və ego inkişaf nəzəriyyələri, təkamül psixologiyasını biz öz işimizdə komanda olaraq da istifadə eləmişik və həqiqətən də həm həyat keyfiyyətimizdə, həm mental sağlamlığımızda, həm komandanın idarə olunmasında, həm müştərilərlə ünsiyyətdə çox gözəl nəticələr də əldə etmişik. Və ümumiyyətlə bugünkü bizim məzmunumuz nədən ibarətdir? Ümumiyyətlə qərar nədir? Ümumiyyətlə hər hansı bir məsələni, problemi həll etmək üçün çox önəmlidir ki, biz bilək ki, ümumiyyətlə qərar necə formalaşır, qərar vermə prosesi necə baş verir, ertələmə, prokrastinasiya nəyə görə baş verir və eyni zamanda biz bu problemləri necə həll edə bilərik? Mən sizə bəzi 4 coaching texnikalarını verəcəm ki, hansı ki siz ondan da gündəlik həyatınızda da istifadə edə bilərsiniz. Ümumiyyətlə qərar nədir? Qərar hər hansı bir seçimlər mövcuddur və həmin seçimlər arasında bizdə müəyyən bir fikir formalaşır və həmin o fikir formalaşması əsasında reallığa baxış bucağı əsasında biz müəyyən bir seçimlər edirik və bu seçimə bir çox faktorlar təsir göstərir ki, hansı ki bu seçimə əsasən və yaxud da seçim etməməyə əsasən bizdə müəyyən bir hərəkət planı formalaşır və yaxud da ümumiyyətlə müəyyənləşdirilmir, formalaşmır. Əsasən qərar ya zəka vasitəsilə, düşünmək vasitəsilə bu baş verir və yaxud da bizim bundan fərqində olmadığımız proseslər nəticəsində bizim emosional və yaxud da digər faktorlar nəticəsində verilmiş bir seçimdir. Və onun bir neçə xüsusiyyətləri var ki, hansı ki, hər zaman qərar olduqda müəyyən bir seçimlər olur, variantlar olur, alternativlər olur. Hansı ki, indiki dönəmdə nəyə görə bir çox insanlar eyni zamanda qərar verməkdə çətinlik çəkirlər. Çünki bunun ən böyük səbəblərindən biri həddindən artıq çox seçimin olmasıdır. Və hər hansı bir seçimi seçməkdə bizim nə qədər bəzən fiziki resursumuz gedir, intellektual resursumuz gedir və biz qərar vermək prosesində daha çox zaman ayırırıq. Məqsədyönlük eyni zamanda qərarsızlığın da ən böyük problemlərindən biri, səbəblərindən də biri ondan ibarətdir ki, biz bilmirik ki, məqsədimiz nədir və həmin məqsədə xidmət edən hansı biz qərarı verə bilərik ki, həmin məqsədə daha
sürətli şəkildə çata bilək. Bəzən biz hər hansı bir qərarı verəndə adicə bu su içmək belə olsun. Su içmək müəyyən bir məqsədə xidmət edir ki, biz sağ qalaq, biz sağlam olaq. Onun müəyyən bir məqsədi var. Və bizim verdiyimiz qərarlar da sırf həmin o məqsədlərə də öz xidmətini göstərməyə davam edir. Hər hansı bir qərar verdikdə mütləq burada insan məsuliyyət daşır və bir çox vaxtlarda hər hansı bir qərarsızlıq baş verdikdə, hər hansı bir sahədə bunun da ən böyük psixoloji səbəblərdən biri məsuliyyət götürmək qorxusudur, məsuliyyətdən çəkməkdir. Məsuliyyət götürməmək insana sərf edir ki, o hər hansı bir həyatında önəmli bir qərarı verməsin. Və eyni zamanda burada çox qərar vermə prosesində həm bioloji faktorlar oynayır, həm bizim intellektual faktorlarımız oynayır, həm bizim psixoloji emosional faktorlar oynayır ki, hansı ki bugün mən bunları hamısını sizinlə bölüşəcəm. Və burada biz artıq keçid edirik çox önəmli bir məsələyə. Hər hansı bir sahədə biz qərarsızıqsa, bu da bir qərardır. Nə qədər paradoksal səslənsə də belə. Mən əgər hər hansı bir sahədə mənim üçün çox önəmli bir qərarı verməkdən çəkinirəmsə, bu mənim artıq seçimimdir. Yəni seçim etməmək də belə bir seçimdir. Nəyə görə bu baş verir? Nəyə görə bu paradoksal səslənsə də belə bizim həyatımızda, psixologiyamızda, bədənimizdə necə bu baş verir? Bununla bağlı artıq daha ətraflı mən bölüşəcəm. Ümumiyyətlə, qərar vermə prosesinə ən çox nə təsir göstərir? Birincisi, bu bədəndə reaksiyalardır. Məsələn, beynimizdə xüsusən dopaminlə bağlı olan, hansı ki o kimyəvi, üzrlü sayın, bir dəqiqə, prezentasiyam. Okay. Hansı ki o kimyəvi maddə ilə bağlıdır. Bizim mükafat, motivasiya sistemimiz, qərar vericilikdə çox önəmli rol oynayır və həmin o beyində baş verən kimyəvi reaksiyalar birbaşa olaraq bizim qərar vermə prosesimizə ən çox təsir göstərən faktorlardan biridir və bunların fərqində olmaq bizim üçün çox önəmlidir. Mədə-bağırsaq sistemi sağlam və yaxud da qeyri-sağlam olması. Məsələn, adicə nəyə görə bəzən qidalanmada biz şəkərə və yaxud da bəzi qidalara həddindən artıq çox asılı vəziyyətə qalırıq və yaxud da həddindən artıq çox onlara meyil göstərir. Çünki bizim mədə-bağırsaq sistemimizdə müəyyən bir bakteriyalar var ki, hansı ki onlar bizim beynimizə müəyyən bir reaksiyalar, siqnallar ötürür və biz bunun fərqində olmadan biz düşünürük ki, bu bizim iradə gücümüzlə baş verən bir prosesdir və biz artıq həmin o bakteriyaların təsiri altında biz artıq başlayırıq müəyyən bir qərarlar verməyə. Məsələn, qidalanma ilə bağlı. Və bəzən bizim əldə etdiyimiz qidalar belə bizim ümumiyyətlə qərar vermə prosesimizə ən çox təsir göstərən amillərdən də biri ola bilər. Məsələn, beyində bəzən belə bir söz deyilir ki, mən qərarsızam, beynimdə duman var. Eyni zamanda bunun sırf bizim qəbul etdiyimiz qidalanma ilə də bağlılığı ola bilər. Hormonal sistem. Nə qədər hormonlar, endokrin sistemimiz sabitdir. Nə qədər biz onları doğru şəkildə idarə edə bilirik. Çünki o qeyri-sabit bir vəziyyətə qalanda biz bunun fərqində olmadan, biz özümüz də bilmədən, hormonların bizə təsirini bilmədən biz özümüz bəzən müəyyən bir qərarlar verə bilərik ki, daha sonra biz onun peşmançılığını da çəkə bilərik. Və xüsusən qadınlarda mən bugün menstrual sikl haqqında mən bugün müəyyən bir fərqindəliklər bölüşəcəm. Hansı ki, mənim öz həyatımda çox böyük bir təsir göstərib. Necə menstrual sikl üzrə bizim hormonal dəyişikliklərimiz qadınlar üçün xüsusən bir ay boyunca bizim qərarlarımıza müəyyən bir təsir göstərir. Keçmiş təcrübələr, biz müəyyən bir təcrübələr əldə etmişik. Bizim hər birimizin çox fərqli bir hekayəmiz var. Və həmin hekayəyə əsasən bizim sağ qalmaq üçün bizim müəyyən bir öyrəşdiyimiz seçimlər var. Bu ailədən gələn olan bir proseslər ola bilər. Bu ətraf mühitlə bağlı olan bir proseslər ola bilər. Fərqi yoxdur. Biz keçmiş təcrübələrə əsasən bizdə hansı davranışlar, vərdişlər, paternlar formalaşırsa, onlar bizim qərar vermə prosesinə öz təsirini də göstərir. Daha sonra bizim böyümə tərzimiz, xüsusən 0-6 yaş aralığında biz necə bir tərbiyə almışıq, hansı mədəni kodlar bizim beynimizə yüklənib və eyni zamanda biz özümüz ailədə hansı münasibətlər görmüşük, kommunikasiya modelləri görmüşük, münasibət modelləri görmüşük, bir-birinə bağlılıq modellər görmüşük. Bizim ailəmiz dünya ilə necə münasibət bağlayıb, bir-biri ilə münasibət necə olub, bizə qarşı münasibət necə olub. Bunlar hamısı çox bir kompleksli bir şəkildə bizə çox təsir göstərir ki, biz də eyni bir model üzərində, bunun üzərində biz işləməsək, artıq o qərarlarımızı da verə bilək. Azərbaycan mədəni kodlarına uyğun olaraq, bu təkcə gənclərə aid deyil, bu yaş kateqoriyasından da asılı olmayan bir vəziyyətdir ki, hansı ki bu bizim mədəni kodumuzda çox geniş yayılan bir
praktikalardan biridir ki, ən çox bizim qərarlarımıza kim təsir göstərir? Hansı avtoritet fiqurlar ola bilər? Bu ola bilər valideyn, bu ola bilər hər hansı bir icma lideri, bu ola bilər hər hansı bir influencer, bu ola bilər hər hansı bir digər fiqurlar. Hansı ki, o insanın dediyi sözü biz ali həqiqət kimi qəbul edirik və həmin o insanın dediyi, həmin o ali həqiqət kimi qəbul etdiyimiz sözə görə biz öz həyatımızda müəyyən bir önəmli qərarlar da verə bilərik. İxtisas seçimindən tutmuş, karyera seçimi olsun, partnyor seçimi olsun, qidalama seçimi olsun, geyim seçimi olsun, hər bir şey burada öz təsirini göstərir. Media bir mənalı olaraq indiki dövrdə bizim qərarlarımızı təsir göstərir. Biz bunu bilsək də, bilməsək də, istəsək də, istəməsək də belə bizim hər gün izlədiyimiz xəbər kanalları, media kanalları, öz inkişafımız üçün və ya da inkişafımıza xidmət etməyən kanallar hər gün bizim beynimizdə müəyyən bir siqnallar ötürür ki, bizdə artıq müəyyən bir emosional vəziyyət formalaşır və həmin emosional vəziyyətə görə biz müəyyən bir qərarlar veririk. Məsələn, media vasitəsilə bizim qabağımıza elə bir rolik çıxa bilər, elə bir post çıxa bilər ki, biz brendlə elə bir emosional bağlılıq qura bilərik ki, hansı ki, o emosional bağlılığın nəticəsində biz həmin brenddən müəyyən bir məhsul alırıq. Və eyni zamanda bir çox qərarların verilməməsində və yaxud da verilməsində ən önəmli özümüzə verəcəyimiz sual nədən ibarətdir? Nəyə görə bu qərarı vermək və yaxud da verməmək mənə sərf edir? Bu ən güclü bizim özümüzlə üzləşəcəyimiz bir suallardan biridir ki, məsələn, həddindən artıq çox mənim özümə də müəyyən bir müraciətlər olub Instagram vasitəsilə. İnsanlar öz həyatlarını dəyişmək istəyir, özlərini inkişaf etdirmək istəyir. Müəyyən bir onların çətinlikləri var, öz hekayələrini paylaşırlar. Mənim üçün çox xoşdur həmin hekayələri dinləmək və s. və s. Və artıq həll yoluna gələndə siz nə etməyə hazırsınız? Siz necə bu problemi həll etmək istəyərdiniz? Nə addımlar atmağa hazırsınız? Bu problemi həll etmək üçün 99% hallarda insanlar heç nə etmək istəmirlər. Və burada bunu mən qınaq məqsədi ilə demirəm. Bunun da öz psixoloji səbəbləri də var. O səbəblərdən də biri ondan ibarətdir ki, hal-hazırda onlar üçün bu komfort zonadır. Onların təhlükəsizliyinə bu xidmət göstərir və təhlükəsizliyinə də xidmət göstərdiyi üçün onlar üçün bu vəziyyətdə qalmaq sərf edir. Çünki hərəkət bizim əslində real istəyimizi ən böyük göstərən bir amillərdən biridir. Biz sözdə şikayətlənə bilərik, sözdə biz nədənsə narazı qala bilərik. Amma söz və hərəkət üst-üstə düşmürsə, biz daha çox günahkarlıq hissi yaşayacağıq, biz daha çox psixikamızdan onun bədəlini ödəyəcəyik və dünyada, bizim həyatımızda, reallıqda ən bahalı bədəl hər zaman bizim mental sağlamlıq və fiziki sağlamlıqla olan bir bədəldir. Bəzən biz düşünürük ki, hər hansı bir sağlamlığa etdiyimiz yatırımlar olsun, psixoloji sağlamlığına tutmuş şəxsin inkişafa kimi fiziki sağlamlığı olsun, fərqi yoxdur. Biz özümüzə bəzən qıyırıq o investisiyanı özümüzə etdikdə, çünki biz onu bahalı bir investisiya kimi görürük, xərc kimi görürük. Uzun müddətli görməkdən biraz bizi bunu öyrəşdirməyiblər. Bizə daha çox bizi öyrəşdirirlər ki, qısa müddətli baxaq problemlərə, qərar vericiliyə. Və məhz buna görə daha sonra nə olur? İnvestisiya olunmur, amma daha sonra investisiya olunur bərpa prosesində, müalicə prosesində daha çox bizim xərcimiz çıxır. Və məhz buna görə biz hər zaman hər hansı bir məsələdə indi qərarsızlıqla üzləşiriksə, özümüzə verəcəyimiz ən güclü sual: mənə niyə sərf edir qərar verməmək? Və yaxud da bu qərarı mən verirəmsə, nəyə görə bu qərarı vermək mənə sərf edir? Çünki bəzən məsələn insan xəstələnməyi seçirsə, məsələn biz düşünə bilər ki, niyə insan xəstələnməyi ona sərf eləsin. Bəzən insana xəstə olmaq, sağalmamaq ona sərf edir ki, daha çox diqqət görsün öz ailə üzvlərindən. Çünki qayğını daha çox o müddət ərzində görüb. Bu ikinci dərəcəli sərf edən məqamlar deyilir psixologiyada. Və məhz buna görə biz hər hansı bir məsələdə qərar vermədə çətinlik çəkiriksə, bizim verəcəyimiz ilk sual bizə sərf edən məqamlarla bağlıdır. Və böhranlar. Elə bir vəziyyət ola bilər ki, uzun müddət biz hər hansı bir qərar verməkdə çətinlik çəkirik, ertələmə problemi yaşayırıq. Və həyat özü çox belə maraqlı bir yumor hissinə malikdir ki, o məsələn də müşahidə edir bir vahid bir sistem olaraq ki, bu insan hərəkət eləmir öz inkişafı üçün. O özü də bilir ki, şikayətlənir, narazıdır, hər hansı bir növbəti mərhələyə keçid etməkdən məsələn də çətinlik çəkir, qərar vermir. İllərlə eyni vəziyyətdədir, illərlə eyni mərhələdə qalır. Və həyat sistem necə edir? Ya insan özü üçün böhran yaradır, çətinlik yaradır ki, növbəti təkamül mərhələsinə keçid etsin və yaxud da bu həyat özü elə bir sizin üçün gözlənilməz bir şəkildə elə bir böhran situasiyasını yarada bilər ki, hansı ki
Siz məcburi şəkildə qərarınızı da verəcəksiniz, ertələmə problemini də yaşamayacaqsınız. Çünki siz artıq müəyyən bir böhran vəziyyətdə, çox ağır bir böhrana düşürsünüz, həyatın yaratdığı və sağ qalmaq üçün, həmin böhrandan çıxmaq üçün siz artıq qərarınızı verirsiniz. Qərarsızlığın arxasında dayanan ən vacib psixoloji səbəblər nə ilə bağlıdır? Mükəmməliyətçiliklə bağlı mən növbəti slaydlardan danışacağam. Nəyə görə bu bizim ən çox narahat edən məsələlərdən biridir. Hər hansı bir işə başlamaq üçün, qərarlar vermək üçün, hər hansı bir addımlar atmaq üçün. Məsuliyyət götürmə qorxusu haqqında mən bayaq artıq qeyd elədim. Biz nəyə görə məsuliyyət götürməkdən qorxuruq? Çünki bizi böyümə tərzimiz elə olub ki, biz hər hansı bir təşəbbüskarlığa üz tutanda, xüsusən 0-6 yaş aralığında bizə hər zaman ya utandırırdılar, ya təşəbbüskarlığımızı dəstəkləməyiblər və məsuliyyət götürmək istəyəndə ya bizi həddindən artıq çox qorxudublar və yaxud da hər hansı bir səhvi edəndə biz o qədər artıq bunu bir ciddi travmatik hadisə kimi qəbul edirik ki, biz yeni bir şey etmək istəmirik. Özümüz qərar vermək istəmirik. Çünki bizdə o mühit artıq bizə onu imkan verir və bizdə öyrədilmiş çarəsizlik formalaşır ki, mən müəyyən bir yaşa çatıram, mən müəyyən bir qərar verməliyəm, amma keçmiş təcrübələrdə yaşadığım o emosional vəziyyət məni hələ də idarə edir. Mən bunun fərqində ola da bilərəm, olmaya da bilərəm. Olaraq da əgər mən artıq seçirəmsə bu yolu, mən bu yolla davam edirəm. Və yaxud da mən bunu dəyişdirə bilərəm, öz ssenarilərimi dəyişdirə bilərəm, ya psixoterapiya vasitəsilə, ya həyatımda olan təcrübələr vasitəsilə. Və yaxud da mən fərqində olmadan bu yola davam edə bilərəm və eyni ssenarilər üzrə öz həyatımı qurmağa davam edə bilərəm. Və eyni zamanda burada kənar səslərin dediyi bir sözlərdir. Bizim özümüz və dünya ilə bağlı avtomatik neqativ fikirlər formalaşır. Məsələn, siz indi solo səyahətə çıxmaq istəyirsiniz. Sizin üçün ilkin bir təcrübədir. Amma siz bu qərar verməmişdən əvvəl sizə avtomatik neqativ fikirlər gəlir. Ya özünüzlə bağlı, ya səyahət mövzusu ilə bağlı. Çünki bəlkə də uşaqlıqda və yaxud da keçmişdə kimsə sizi qorxuda bilər. Kimsə sizə deyə bilər ki, tək heç hara getmə heç vaxt. Çünki bu təhlükəlidir və sizdə artıq avtomatik özünüzün müdafiə bir sistemi formalaşır. Beyin avtomatik daha çox bunu şişirdir və siz artıq öz qərarlarınızı verməkdən çətinlik çəksiniz ki, mən istəyirəm, daxildən bu istək gəlir, amma nədir keçmiş təcrübələrimdə mən bunu qorxu ilə assosiasiya edirəm deyənə, sağ qalmaq üçün, təhlükəsiz qalmaq üçün mən səhv etmək istəmirəm, mən cəsarətli addım atmaq istəmirəm. Qınanılmaq qorxusu ən böyük səbəblərdən biridir ki, biz müəyyən bir məsələlərdə qərarsız qalırıq və həmin o qərarsızlığın özü də belə, məsələn, hər hansı bir cəsarətli addım atıram və bizim mədəni kodumuzda xüsusən ailə üzvləri tərəfindən, qonşu, qohum, icma üzvləri tərəfindən qəbul olunmaq çox önəmlidir deyənə və məhz buna görə cəmaət nə deyər düşüncə tərzi hələ də bizi çox və çox idarə edir bir çox qərarlarımızda. Məhz buna görə qınanılmaq qorxusu da bizim bir çox ideyalarımızı, xəyallarımızı, arzularımızı da məhv etməyə davam edir. Qurban pozisiyada olmaq sərf edir. Bəlkə də insan bunların hamısından fərqindədir. Amma addım atmaq gələndə o deyir ki, yox, hər kəs mənim ətrafımda günahkardır. Valideynlərim günahkardır, ətraf mühitim günahkardır, yaşadığım ölkənin başında dayanan insanlar günahkardır, dostlarım günahkardır. Yəni mən özüm hər hansı bir şeyi dəyişdirməyi, bu daha çətin bir prosesdir, çünki bu çox böyük bir cəsarət tələb edir, bu riskdir, əməli başlı bir riskdir və beyin hər zaman bunu neqativ baxımına ssenarilər yaradacaq və biz növbəti təkamül mərhələsinə keçdikdə hər zaman beyin bizi hər zaman aşağı çəkməyə çalışacaq ki, biz komfort zonadan çıxmaq. Çünki bizim beynimizin əsas funksiyası sağ qalmaq üçün enerjini özündə saxlamaqdır. Yeni bir şey hər zaman daha çox enerji sərf etməkdir və bizim beynimiz də təkamül prosesində belə bir formalaşıb ki, o xoşlamır cəsarətli addımları və məhz buna görə biz bunun fərqində olduqda artıq daha çox bunun üzərində də işləməyə davam etməliyik. Bəzən bu post-travmatik stres pozuntusu ola bilər, hansı ki, çox ciddi bir biz stres və yaxud da çox travmatik bir təcrübə yaşamışıq. Bu qəza ola bilər, bu hər hansı bir təbii fəlakət ola bilər. Bu bizim üçün çox gözlənilməz ağır bir böhran bir situasiya olub ki, hansı ki bu post-travmatik stres pozuntusu çox fərqli insanlarda məsələn də özünü həddindən artıq çox travmatik hadisələrdə göstərə bilər, amma bu demək deyil ki, hər bir insan bu hadisələrə düşürsə avtomatik şəkildə bu pozuntunu əldə edə bilər. Sadəcə hər bir insanın psixikası çox individualdır və burada daha
çox psixikanın özəlliyi genetik lotereya ilə bağlı olduğu üçün sırf bu bəzi insanların psixikası daha çox meyilli olur həmin o posttravmatik stres pozuntusunu əldə etməyə. Və onun da əlamətləri nədən ibarətdir? Bu posttravmatik stres pozuntusunun öyrədilmiş çarəsizliyi formalaşır. Məsələn, həmin o təcrübənin xatırladacaq hər hansı bir səslər olanda, fiqurlar olanda, rənglər olanda, hər hansı bir əlavə hal-hazırda yaşadığım bir təcrübələr olanda mən dərhal onu xatırlayıram və mən özümdən çıxıram. Mən öz emosiyalarımı idarə etməkdə çətinlik çəkirəm. Hər hansı bir məsələ mən qəza əgər keçirtmişəmsə və orada həddindən artıq çox oradakı səslər məni indiyənə kimi narahat edə bilər. Mən hələ indiyənə kimi onu xatırlaya bilərəm. Bəzən yuxularımda, bəzi seçimlərimdə. Və mən əgər bunun üzərində işləmirəmsə, bu həqiqətən də çox uzun bir prosesdir. Mənim fiziki enerjim çatmır qərarlar verməyə, yeni qərarlar verməyə. Mən istəyirəm nəyisə öz həyatımda dəyişdirməyə. Amma bu posttravmatik stres pozuntusu, keçmişdə əldə etdiyim ağır travmatik təcrübələr mənim fiziki resursumu o qədər özünə çəkir ki, yəni təsəvvür edin ki, həmin o travmatik təcrübə bir daşdır və siz davamlı şəkildə əlinizdə o daşı tutursunuz, içində illərlə tutursunuz və o əlinizi aça bilmirsiniz, ovucunuzu aça bilmirsiniz. Və siz o əlinizdə olan o fiziki enerjinizin çoxsu, 50%-dən çoxsu həmin o pozuntunu saxlamağa, o təcrübə ilə bağlı olan məsələləri özündə saxladığı üçün siz artıq ekstra bir enerji vermək istəmirsiniz. Bədən bunu istəmir. Bu artıq öyrədilmiş bir çarəsizliyin bir nəticəsi olub. Komfortda olmaq səhvdir, bayaq da mən bunu qeyd etdim. Bəzən biz deyə bilərik, mən nəyisə dəyişdirmək istəyirəm, amma həmin faktorlardan da biri, okey, mən şikayətlənə bilərəm sözdə, amma komfortda olmaq mənə sərf etdiyi üçün mən heç bir əlavə qərarlar vermirəm. Fiziki bədənə bayaq da qeyd etdiyim kimi qeyri-sağlam yanaşma. Məsələn, bizim qəbul etdiyimiz hər hansı bir qidalar, hansı ki biz özümüz bilirik, onlar bizə ziyandır. Və biz gündəlik həyatımızda tez-tez onlardan istifadə etdikdə istər-istəməz o bizim mental sağlamlığımıza təsir göstərir, fiziki enerjimiz aşağı düşür və fiziki enerji əgər aşağıdırsa, biz ciddi, keyfiyyətli, sağlam qərarların verilməsində hər zaman bariyerlərimiz olacaq. Bu bir məna olaraq. Ona görə də böyük bir işlərin başında dayanan insanlar hər zaman qidalanma, yuxu və məsələn fiziki hərəkətlərə onlar çox önəm verirlər. Nəyə görə? Çünki birbaşa fiziki sağlamlıq bizim beynimizin daha aydın işləməsinə təsir göstərir və bu davamlı şəkildə də özünü sübut edib. Və seçim bolluğu, həddindən artıq çox seçimimiz var. Biz bilmirik nəyi seçək, biz bilmirik kimi seçək, biz bilmirik nəyə görə seçək. Kriteriyalarımız yoxdur. Bəzən biz bilmirik ki, hansılar bizim dəyərlərimizə uyğundur. Davamlı şəkildə nə qədər məlumat axınına biz məruz qalırıq və bunlar hamısı da bizim qərarsızlığımızı daha da güclənməsinə səbəb olur. Mən manipulyasiya psixologiyası üzrə webinar keçəndə, hansı ki YouTube kanalımda siz o webinara da baxa bilərsiniz və həmin o manipulyasiya etmək belə insan, orada da mən qeyd etmişdim, insanın narsistik tərəfi haqqında və bu dəfə də mən yenidən təkrar etmək istəyirəm ki, dünyada reallıqda heç bir şey 100% nə pisdir, nə də 100% yaxşıdır. Narsistik o qədər artıq bizdə ancaq negativ bir şeylərlə assosiasiya olunur ki, bir çoxlarımız hətta düşünə bilər ki, mediada olan videolara görə, postlara görə ki, ancaq narsistik mən ancaq bu negativlə bağlıdır, ancaq bu pozuntulu insanlara aiddir, mən heç vaxt narsist ola bilmərəm. Halbuki insanın narsistik tərəfi hər bir insanda var. Onun sağlam tərəfi var, qeyri-sağlam tərəfi var. Sağlam tərəfi ondan ibarətdir ki, biz hər gün özlərimizdə işləmək istəyirik, gözəl məhsullar yaradırıq. Məsələn, memarlıq abidələri olsun, elmdə inkişaf olsun, bizim özümüzün özlərimizdə inkişafımız olsun. Biz hər gün nəsə yeni bir şeylər öyrənirik. Bu sağlam narsistik yanaşmadır. Qeyri-sağlam narsistik yanaşma isə ondan ibarətdir ki, mən bir şəxsiyyət olaraq ya mən hər şey, mən ideal olmalıyam, ya da mən heç kiməm. Yəni mən bu iki məqam arasında mən hər zaman seçim edirəm, radikal bir şəkildə. Ya mən ideal olmalıyam, ya dünya ideal olmalıyım, ya mən kimisi ideallaşdırmalıyam. Ya mən hər hansı bir işi ideal görməliyəm, ya da ümumiyyətlə bu sıfır dərəcəsindədir. Bu insan məsələndə və yaxud da özüm, mənim ideal kriteriyalarıma uyğun deyilsə, mən dəyərsizəm, mən heç kiməm. Mən onun ortalarını görmək istəmirəm, mən plusları görmək istəmirəm və mən əgər hər hansı bir işə başlamaq istəyirəmsə, mən istəyirəm ki, 100% ideal olsun. Əgər ideal deyilsə, mən artıq ona başlamıram. Və bu da nə ilə bağlıdır? Bu güclü özünə tənqid hissi ilə bağlıdır. Bu cəmiyyətin gözündə eyni zamanda
bu nə ilə bağlıdır ki, mən ancaq cəmiyyətə parlaq işığımı göstərmək istəyirəm, ancaq işıqlı tərəfimi göstərmək istəyirəm, ancaq məni güclü görsünlər, ancaq məni yaxşı mənada görsünlər və özüm üçün gizlətdiyim qaranlıq tərəfimi göstərməkdə çətinlik çəkdiyim üçün, özümdə mən bunu qəbul etmədiyim üçün, okey, mən hər hansı bir işə başlaya bilərəm, mən səhv də edə bilərəm. Bu uğursuz da ola bilər. Amma bu qorxu ki, mən kiminsə gözündə uğursuz ola bilərəm, səhvlər edə bilərəm, bu mənim içimdə, daxilimdə çox güclü utanc və dəyərsizləşdirmə hissi formalaşır. Və məhz bu hiss, bu emosiyalar o qədər insanı güclü idarə edir ki, bir çox insanlar öz ideallarına başlaya bilmirlər. İstəyirlər ki, hər şey əla olsun, super olsun, mükəmməl olsun. Bu çox möhtəşəm bir şeydir ki, insan düşünür məsələn kiməsə xidmət göstərir, sahibkarlıqdadır, öz işindədir. İstəyir ki, xidmətin keyfiyyəti əla olsun. Amma biz bir şey unuduruq ki, ideal anlayışı insanın süni yaratdığı bir anlayışdır. Yəni təbiətin özündə mükəmməl bir söz əslində yoxdur. Çünki siz özünüz də görsəniz, təbiətdə hər şey necə müxtəlifdir. Mutasiyalar var təbiətin özündə. Bu təkcə insanlarda deyil, heyvanlarda, bitkilərdə də özünü göstərir. Təbiət də bu mesajı bizə nə ilə öyrədir ki, təbiət özü belə bir sistem olaraq, böyük bir sistem olaraq bizə çox vacib bir mesajı öyrədir ki, mən bir böyük bir güc olaraq mən icazə verirəm ki, heç kim və heç nə ideal olmasın. Mən özüm müxtəlifliyə, bəzən kriteriyalardan uzaq olmağa, bəzən səhvlərə özüm də yol verirəm. Mən özümə buna şərait yaradıram ki, hər şey standartlardan kənar olsun. Yəni ancaq standartlar olmasın. Və bu insanın yaratdığı bu standartlar, kriteriyalar necə ideal olmalıdır? İdeal anlayışı özü belə insanın yaratdığı bir süni bir mənadır. Nəyisə bir məna qoymaqdır ki, ora çata bilsin. Və bu qeyri-sağlam bir şəkildə inkişaf edəndə biz artıq bir çox ideallarımızı və işlərimizi görməkdə çətinlik çəkirik. Üzrlü sayın. Okey. Daha sonra bizim ən çox təsir göstərən ən vacib maddələrdən biri bu dopamin maddəsidir. Hansı ki, bizim beynimizdə milyonlarla, yüz minlərlə məsələn neyronlar var və həmin o neyronlar özləri belə davamlı şəkildə bir-biri ilə əlaqələr qurur və biz nə qədər bir insan olaraq həyatımız boyunca fərqli təcrübələr əldə ediriksə, özümüzü inkişaf ediriksə, fərqli tərəflərimizi, fərqli bacarıqlarımızı, o qədər bizim beynimizdə daha çox o neyron əlaqələri də formalaşır və həmin o formalaşan kimyəvi maddələrdən biri, hansı ki, bizim qərarlarımıza, seçimlərimizə təsir göstərir, bu dopamindir. Və dopamin asılılığı haqqında da mən danışacağam və dopaminin də əsas məqsədi ondan ibarətdir ki, o bizə istiqamət verir ki, hansı hərəkəti biz etsək, biz daha xoşbəxt nəticə əldə bilərik. Və biz həddindən artıq çox xoşbəxt olmağa, zövq almağa, həddindən artıq çox ancaq xoş emosiyalara, hansı ki, bu normaldır, xoş emosiyalar almaq, sevinmək, xoşbəxt olmaq, bu normaldır. Amma çox insan düşünür ki, dopamin özü xoşbəxtlik yaradır. Əslində dopamin özü bizim beynimizdə proqnoz verir ki, sən hansı hərəkət etsən, sən daha xoşbəxt olarsan. Məsələn, qidanı yesən, sən xoşbəxt olacaqsan. Sən bu ehtiyacı ödəyəcəksən və artıq dopamin artıq məsələn də bizə o proqnozu verir ki, biz bu hərəkət edək. Biz qidanı artıq əldə etdikdə bizdə artıq serotonin və digər məsələn kimyəvi maddələr də ifraz olunur ki, biz özümüzü xoşbəxt hiss edək. Amma dopaminin özü bizdə sırf proqnozlaşdırıcı bir faktor rol oynayır ki, biz hansı hərəkət etsək, biz mükafatlanacağıq, biz motivasiyanı daha yaxşı əldə edə biləcəyik. Yəni bu eyni zamanda motivasiyanı da bizə verən maddələrdən biridir. Və eyni zamanda bu bizim hərəkətlərimizi, sərbəst hərəkətlərimizi, hansı ki, o sərbəst özü də belə sual altında qalır. Bu qədər kompleksli bir yanaşmanı nəzərə alsaq, qərar vermə proseslərini də eyni zamanda idarə edir. Və eyni zamanda biz əgər baxsaq, bu necə baş verir? Bu beynin mərkəzində olan bu sarı rəngdə olan bazal qanqliya adlanan bir hissədir, sahədir. Bazal qanqliya nəyə nəzarət edir? Bizim sərbəst hərəkətlərimizə, vərdişin formalaşmasına və eyni zamanda qərar vericiliyə. Və bazal qanqliya da eyni zamanda çox fərqli sahələrlə o birləşərək o dopaminin bizim analitik düşüncə tərzimizə, məntiqi düşüncə tərzimizə təsirini ölçən bu yolu tənzimləyir. Məsələn, çox fərqli sahələr var ki, hansı ki, ventral tegmental area adlanan bir sahə var.
O bizdə mükafat və motivasiya sistemini yaradan əsas mərkəzlərdən biridir. Daha sonra bizdə var substansiya nigra bölməsi, hansı ki onlar bir-biri ilə bu əlaqəni saxlayırlar. O əsasən motorikaya və bizim hərəkətlərimizə nəzarət edir. Bunlar hamısı eyni zamanda bizdə hipotalamus var. Hipotalamus bizim endokrin sistemimizin idarə olunmasına, hormonlarımızı bizə nəzarət edir və hormonlarımızın bizə təsiri nəticəsində biz də müəyyən bir qərarlar veririk. Bunlar hamısı bir-biri ilə birləşən olan bir sistem olaraq onlar məsələn də dopamini ifraz edir və həmin o dopamin daha sonra bizdə prefrontal korteksə gedir, hansı ki frontal lob adlanan bir hissədir. Və biz artıq düşünürük, müəyyən bir qərarlar veririk və ona əsasən biz hərəkət edirik. Yəni bunlar hamısı çox kompleksli olan bir proseslərdir, bir-biri ilə olan bir proseslərdir ki, hansı ki bir çox hallarda bazal qanqliya özü elə bir bizim üçün bir hakimdir. Ə, Əsas hakimdir bizim beynimizdəki. Biz hansı seçimləri etsək, biz hansı hərəkətləri etsək ki, o bizə daha çox mükafat gətirəcək. O əsasən bizə qərar verir ki, sən bunu etsən, bunu etsən, bunu etsən, sən daha çox xoşbəxt olacaqsan. O proqnozlaşdırıcı o faktorda rol oynayır. Və onun da əsas funksiyası dopamin bir kimyəvi maddə olaraq, məsələn, motivasiyanı yaratmaqdır. Əgər sən bunu etsən, sən özünü daha yaxşı hiss edəcəksən. Mükafat sistemini təşkil etməkdir. Ona görə də bir çox vərdişlə bağlı, şəxsi inkişafla bağlı olan kitablarda özümüz üçün mükafat sistemi yaradılması haqqında deyirlər. Çünki hər hansı bir yeni bir şey etmək hər zaman daha ağrılıdır. Bizim beynimiz bunu ağrılı bir təcrübə kimi qəbul edir və amigdala bölməsi bizim beynimizdə avtomatik stres siqnalını bizə ötürür və ona görə də bizdə demotivasiya yaranır bununla bağlı. Və biz bunun qarşısını almaq üçün, bunun fərqində olaraq bunun qarşısını almaq üçün biz artıq müəyyən bir taskı, tapşırığı, hansı ki bu bizim üçün xoş olan bir tapşırıq deyil. Biz artıq onu bitirdikdə avtomatik onsuz da bu mükafat sistemi formalaşır və əlavə özümüz üçün də müəyyən bir mükafat sistemini formalaşdıra bilərik. Öyrənmə bizdə mexanizmi formalaşır və bu uzun müddət təkamül prosesində formalaşan bir proses olub ki, mən necə hərəkətlər edə bilərəm və onun mükafat sistemi nə olacaq ki, məndə artıq bir pattern formalaşsın, məndə artıq bir vərdiş formalaşsın ki, mən artıq onu öyrənirəm və artıq onu avtomatik şəkildə də edirəm. Hansı variant daha çox mənə mükafat gətirəcək, xoş hisslər gətirəcək, həzz, sevinc və digər xoş emosiyalar gətirəcək ki, mən ona əsasən artıq qərarlarımı verirəm. Və dopamin eyni Eyvah. zamanda mənim hərəkətlərimi də idarə edir buna görə, çünki mən artıq qərarımı verirəm və artıq məndə həmin o motorika və hərəkətlərə nəzarət də buna daxildir və bayaq da qeyd etdiyim kimi emosiyalar və həzz. Və əsasən bu pozitiv emosiyalarla bağlıdır. Çox yüksək dopamin olanda bizim qərarlarımıza bu necə təsir göstərir? Biz həddindən artıq çox dopamin asıllığında olanda biz çox impulsiv qərarlar veririk. Tez bazar, yəni çox impulsiv. Bəzən biz bunu düşünmədən də çox həddindən artıq çox riskli davranışlar edə bilərik. Məsələn, bu eyni zamanda ola bilər əyləncə ilə bağlı olan. Məsələn, biz bungee jumpinga gedə bilərik. Biz bilirik ki, biz bəlkə də çox gözəl bir emosiyalar yarada bilər. Çünki biz videolara baxırıq, bunu keçmiş təcrübələrini yaşayan insanların hekayələrini eşidirik və istər-istəməz bizim beynimizdə bazal qanqli artıq bizə proqnozlaşdırıcı deyə bilər ki, okey, məsələn də sən bunu etsən, sən həddindən artıq çox yüksək dopamin ala bilərsən. Və bu bizim üçün çox riskli davranış ola bilər. Çünki biz bunu heç vaxt etməmişik, çox böyük bir cəsarət tələb edir və insan adətən yüksəklikdən qorxduğu üçün bu riskli davranış etmək üçün beyin avtomatik çox yüksək dopamin ifraz etməlidir ki, insanın motivasiyası olsun həmin o riskli davranış etməyə. Asılılıqlar yaranır. Yəni istənilən asılılıqların ən vacib səbəbi çox yüksək dopamin asılılığı ilə bağlıdır ki, hansı ki bu shoppingdən tutmuş, alkoqol olsun, sosial media olsun, hər bir şey, şirniyyat, qidalanma, istənilən asıllıq, bu sırf dopaminlə bağlıdır ki, çünki bizim beynimiz bizə artıq deyir ki, sən bu oyunu oynasan, sən shoppinglə məşğul olsan, sən çox özünü yaxşı hiss edəcəksən və bu gözlənmə, bu proqnoz etmək belə, bu hissini belə yaşamaq bizə bir motivasiyadır ki, biz bu asılılıqlara üst tutaq. Və təbii ki, həmin asılılıqlar dopamindir. Bunlar hamısı çox kompleksli bir yanaşmadır. İnsanın keçmiş hekayəsi ilə və təcrübələrlə bağlı, hansı ki, emosional boşluğu doldurmağa çalışır bundan da belə. Və bu təbii ki, qısa müddətli zövqlərə bağlıdır. İnsan uzun müddətli düşünmür, qısa müddətli müəyyən bir onu xoşbəxt hiss etdirəcək, yəni təbii ki, bu illüziyadır, xoşbəxt hiss etdirəcək bəzi işlərlə məşğuldur.
Aşağı dopamin olanda, yəni balansdan aşağı dopamin olanda insan üçün o fiziki enerjisi çatmır, motivasiyası çatmır, diqqət əksikliyi olur, depressiv fikirlər tez-tez gəlir və eyni zamanda artıq hər hansı bir işləri görmək, nəinki riskli qərarlar, riskli davranışlar, adi onun üçün bizim üçün gündəlik adicə su içmək belə bu insan üçün çox çətin ola bilər və məhz buna görə bir çox psixiatrlar, məsələn də psixoterapevtlərlə bir yerdə işləyəndə İndi antidepressantlara qarşı çox və çox fərqli yanaşmalar var. Amma ən sağlam yanaşmalardan biri nədir bu məsələdə? Ki, məsələn, dopamin, serotonin, onlar məsələn də onları artıran müəyyən bir antidepressantlar var, hansı ki, insanda əks effekt yaratmır, asılılıq yaratmır. Amma təkcə onunla məhdudlaşmamalıdır bu müalicə prosesi. Əgər məsələn insanda depressiya diaqnozu qoyulursa, həkim psixiatr tərəfindən mütləq o psixoterapiyanı da keçməlidir, mütləq o neqativ fikirlər üzərində də işləməlidir, mütləq davranışlarda, gündəlik həyatında bu okey, dopamin, serotonin hamısı artır, kimyəvi şəkildə beyində olan reaksiyalar, amma eyni zamanda mütləq vərdişlər, hərəkətlər, davranışlar və fikirlər üzərində də paralel şəkildə iş getməlidir ki, artıq dərmanın effekti bitsə, insan dərmandan asılı qalmasın. Yəni burada yenə də paralel iş getməlidir insanın öz üzərində. Daha sonra biz burada nə vaxt eyni zamanda dopaminlə bağlı qərarsızlıq yaşaya bilirik. Məsələn, hər hansı bir seçim var. Bu seçim məni xoşbəxt hiss etdirsə, amma mən özümü təhlükəsiz hiss etmirəmsə, mən hər zaman qərarsızlıqla üzləşəcəm. Çünki təhlükəsizlik bizim üçün çox vacibdir. Bizim beynimiz hər zaman bizi təhlükəsizliyə üst tutacaq. Məsələn deyirəm, mən öz şəxsi inkişafım üçün nəyisə bir investisiya eləməliyəm. Mənim təhlükəsizlik instinktim, beynim mənə deyir ki, qətiyyən bu riskli, məsələn, yatırımı etmə. Normaldır, hər kəsin beynində bu instinktlər var ki, biz sağ qalaq. Çünki biz bilmirik ki, sabah bizim başımıza nə gələcək, bizim üçün sağ qalmaq çox önəmlidir. Amma eyni zamanda mən bilirəm ki, mən bu yatırımı etsəm, mən necə inkişaf edə bilərəm, gəlirlərimi artıra bilərəm, həyat keyfiyyətimi artıra bilərəm. Və burada qərarsızlıq baş verir. Mən təhlükəsizliyi seçimmi, yoxsa mən daha yaxşı həyatı seçimmi? Və çox vaxt insanlar təhlükəsizliyi seçirlər. Çünki burada emosional məsələndə sistem hər zaman daha az prioritetli olacaq və eyni zamanda uzun müddətli düşüncə hər zaman daha az prioritetli olacaq, nəinki sağ qalmaq. Və məhz buna görə sağ qalmaq o funksiyalarını, hansı ki bizim beynimizdə müəyyən bir sahələr var, hansı ki onu idarə edir. Hal-hazırki neyromarketinq və bir çox böyük brendlərin marketinq strategiyaları sırf insanların sağ qalmasına xidmət edən müəyyən bir kampaniyalar, produktlar, müəyyən bir mesajlar, müəyyən bir işlər görürlər ki, insanların ən böyük motivasiyası olsun ki, onlar həmin o məhsulları da əldə edə bilsinlər. Böyümə tərzi haqqında mən artıq bayaq qeyd etdim. Bu eyni zamanda ə, bağlılıq növlərinə bağlıdır ki, məsələn, valideynlər arasında və valideyn övlad arasında hansı bağlılıq növləri var, hansı böyümə tərzi olub ki, hansı ki ona uyğun olaraq mən digər insanlarla avtomatik şəkildə elə bir münasibət quracağam. Əgər mən öz ailəmdə görmüşəm ki, mənə qarşı həddindən artıq çox qaçan bir bağlılıq növü olub. Yəni yaxınlaşmaqdan qorxan, qayğı göstərmək, diqqət göstərməkdən çəkinən bir mühit olubsa, mən bunu norma qəbul edirəm, mən bunun fərqində olmuram və mən avtomatik şəkildə kimləsə dostluq edəndə və yaxud da münasibət quranda, iş mühitində də belə, məndə avtomatik şəkildə bu vərdiş, bu patron formalaşır. Və ancaq terapiya vasitəsilə və yaxud da bu haqqında öyrənərək, özümdə müəyyən bir vərdişlər dəyişərək, mən bunu özümdə dəyişdirə bilərəm. Yəni bağlılıq, hansı ki çox vaxt müəyyən bir problemlər, çətinliklər yaradır münasibətlərdə, bunun üzərində işləmək mümkündür. Yəni bu 100% deyil ki, radikal şəkildə insan bununla böyüyübsə, 100% belə də qalacaq. İnsan öz üzərində işləyəndə həqiqətən də çox böyük bir dəyişikliklər edə bilir. Davamlı eşitdiyimiz sözlər, məsələn, əgər mən keçmişdə davamlı şəkildə eşitmişəm ki, sən biznes heç vaxt qura bilməyəcəksən. Biznes Azərbaycanda qurmaq həddindən artıq çox çətindir, risklidir. Onun müəyyən bir realistik tərəfləri də var, amma həddindən artıq çox bizi qorxudanda, həddindən artıq çox neqativ illüziyalar yaradanda məndə artıq heç bir motivasiya qalmır qərar verməyə. Ancaq mən mühitimi dəyişəndə,
Ancaq mən ətrafımdakı olan insanları dəyişəndə, gedib özüm araşdıranda, bunu sorğulayanda, çünki mən avtoritet fiqurun dediyi sözü artıq sorğuluyuramsa, mənim artıq matritsam dəyişir düşüncə tərzimdə. Mən artıq gedirəm, baxıram, yox, mən özüm onlayn bir biznes də qura bilərəm. Mən süni intellekt və məsələn də bəzi sosial şəbəkələrin gücündən istifadə edə bilərəm, onlayn bir biznes qura bilərəm. Mən sağlam şəkildə bu biznesi də idarə edə bilərəm. Hansı ki, mən bütün təkcə dünya Azərbaycandan ibarət deyil. Mən xaricə də müəyyən bir xidmət göstərə bilərəm, məhsul çıxarda bilərəm. Hər bir şey çətinliyi olsa da belə, amma yenə də bu çətinliyin öhdəsindən gələn insanlar da var. Yəni o demək deyil ki, Azərbaycanda məsələn biznes qurmaq çətindirsə, sahibkar ümumiyyətlə yoxdur. Və biz reallığı araşdırırıq və reallığa adaptasiya edərək öz qərarlarımızı veririk. Biz bilirik ki, məsələn, bu ölkədə iqtisadi siyasi sistem budur. Ona adaptasiya edərək öz qərarlarımızı veririk ki, müəyyən bir addımlar ataq. Çünki biz reallığa adaptasiya etməsək, biz gözləsək ki, reallıq bizi adaptasiya eləsin, bu artıq avtomatik şəkildə uşaq pozisiyasına keçir və avtomatik şəkildə bizdə müəyyən bir toksik düşüncə tərzi Bir formalaşır. boy danışsın. Ondan Bizdə toksik söyleme. toksik düşüncə tərzi formalaşır ki, hansı ki onun sayəsində biz bir çox addımlar atmaqda çəkinirik. Biz gözləyirik və gözləmə rejimindəyik. İllərlə bu dəyişmir və sonra da biz şikayətlənirik. Və bunlar hamısı individual olan bir keyslərdir. Mən sadəcə bir keysi vurğuladım. Yəni əgər uşaq vaxtında istənilən bir mövzuda nədənsə bizə avtomatik şəkildə neqativ fikirlər formalaşırsa, bu hər zaman bizim həyatımıza təsir göstərəcək. Və sırf bizim həyatımızda dəyişikliklərdə bu ən vacib qərarların verilməsi, bu fikirlərin sorğulanması ilə başlayır ki, kim mənə bu fikri söyləyib, kimin səsidir bu? Çünki bu avtomatik neqativ fikirlər bizim öz səsimizə uyğun deyil. Mədəni kodlar və davranışlar. Hər bir cəmiyyətin öz mədəni kodları var. Mədəni kodlar istənilən sahəyə aiddir. Qidalanmadan tutmuş ailə münasibətləri, iş mühiti, siyasi sistem, hər bir şey mədəni kodlardan ibarətdir. Əgər siz hər hansı bir məsələdə görürsünüz ki, bir disbalans var, qərarsızlıq var. Əgər görürsünüz ki, hər hansı bir davranışlarda ertələmələr var. Siz artıq hiss edirsiniz ki, bu mədəni kodlardan çıxmaq istəyirsiniz. O sizin üçün artıq çox vacib bir nüansdır ki, mən artıq indiyənə kimi bu mədəni kodlarla müəyyən bir işlər görürdümsə, mən artıq istəyirəm ki, o mədəni kodlardan yavaş-yavaş çıxım. Bu normaldır. Bu demək deyil ki, bütün mədəni kodlar neqativdir və biz onların hamısından çıxmalıyıq. Sadəcə bəzi mədəni kodlar bizə xidmət edir, böyüməyimizə, inkişafımıza, bəzi mədəni kodlar bizə baryer olur. Və məhz buna görə biz özümüzdə buna baxmalıyıq. Məsələn, bizim mədəniyyətimizdə hansı məsələlər mənim inkişafıma mane olur və mən necə onu sorğulayaraq, özümdə nəyisə dəyişdirərək, heç kimə ziyan vermədən, hər kəsin fikrinə, həyat tərzinə hörmətlə yanaşaraq özümdə nəyi dəyişdirə bilərəm ki, daha yaxşı həyatı sürə bilim. Ego müdafiə mexanizmləri nə deməkdir? Hər hansı bir məsələdir, siz yeni bir mərhələyə çıxmaq istəyirsiniz. Çox vacib bir qərar vermək istəyirsiniz və sizin egonuz avtomatik şəkildə başlaya bilər sizi dəyərsizləşdirməyə, avtomatik şəkildə sizə başlaya bilər neqativ fikirlər söyləməyə, avtomatik şəkildə deyə bilər ki, məsələn, bu insan bu neqativ təcrübəni aldı bu qərarın nəticəsində. Onda bu alınıbsa, demək ki, səndə də bu alınacaq. Və yaxud da hər hansı bir məsələdə biz görürük ki, bir insan çox vacib bir qərar verib, cəsarətli addım atıb, yaxşı bir nəticə əldə edib. Mən özüm buna cəsarət etmədiyim üçün avtomatik şəkildə həmin insanı dəyərsizləşdirməyə başlayıram. Müəyyən bir paxıllıq hissi formalaşır, qısqanc hissi də formalaşa bilər və bu da eyni zamanda ego müdafiə mexanizmlərlə bağlıdır və ən vacib ego müdafiə mexanizmlərlə bağlı ondan ibarət ki, insan özü ilə üzləşmək istəməsin. Məsələn, mənim hal-hazırki vəziyyətim nədir? Mən özümdə nəyi dəyişməliyəm? Mən nəyə görə bunu dəyişmək istəmirəm? Bu kimi sualları biz özümüzə verməkdən çəkinirik. Özümüzlə üzləşmək bizim üçün çox çətin gəlir. Və təbii ki, olduğumuz mühit, yəni biz uzun müddət müəyyən bir mühitdə oluruqsa, o mühit istər-istəməz bizim düşüncə tərzimizə təsir göstərəcək, seçimlərimizə, davranışlarımıza. Və əgər biz növbəti təkamül mərhələsinə keçid etmək istəyiriksə, bir mənalı olaraq o mühit dəyişmək çox önəmlidir. Və qadınlar üçün ən vacib mövzulardan biri və bəylər sizin üçün də bu çox vacib mövzulardan biridir. Çünki bu mövzu çox tabu bir mövzu adlandırılıb uzun müddət, amma həqiqətən də biz menstrual sikla şüurlu yanaşaraq biz əslində görə bilərik ki, necə biz qərarlarımızı daha rahat şəkildə planlaya bilərik, işlərimizi daha rahat şəkildə planlaya bilərik. Bəzən qadınlar deyir ki, nəyə görə mən ayın müəyyən bir
günlərində daha sərbəst qərarlar verirəm, daha cəsarətli qərarlar verə bilərəm. Bəzi günlərdə mən heç bir produktivliyim yoxdur, mən heç bir işlər görmək istəmirəm, avtomatik məndə apatik, depressiv fikirlər gəlir. Və yaxud da həddindən artıq çox emosional mən davranıram. Yəni kiçik bir şey məni tətikləyə bilər. Bunların cavabları menstrual sikldadır. Və biz buna şüurlu yanaşaraq bir çox problemləri özümüzdə həll edə bilərik. Bəylərdə necədir, qadınlarda necədir? Bəylərdə sıxıl gündəlikdir. Məsələn, mən əminəm ki, bəylər özündə bu data analizi eləsələr hər gün, məsələn, özlərində qeyd etsələr. Məsələn, mən bu saatlarda belə bir qərarlar verirəm. Bir ay ərzində, 2 ay ərzində özünüz üçün bu eksperiment apara bilərsiniz. Mən günün hansı saatlarında məntiqi qərarlar verirəm. Günün hansı saatlarında mən daha çox dincəlmək istəyirəm. İntrovert təbiətim məndə oyanır. Günün hansı saatlarında mən daha çox məntiqə fokuslanaraq qərarlarımı verirəm. Günün hansı saatlarında mən hansı qidanı seçəndə mən özümü həddindən artıq çox produktiv hiss edirəm. Günün hansı saatlarında mən nədən istifadə edəndə, hansı hərəkətləri edəndə bu mənə daha çox ziyan verə bilər. Bu data analitikanı edəndə biz qərar vermə prosesi ilə bir çox suallarımıza cavab tapırıq. Qadınlarda bu aylıqdır və mən bu haqqda danışacağam və qadınlar üçün ən önəmli texnikanı sizinlə bölüşmək istəyirəm. 2 ay ərzində menstrual siklınızı izləyin, hər gün yazın. Və siklınızın başlama müddətini sırf menstruasiya başladığınız gündən başlayın. Birinci gün olaraq, ayın bu siklın birinci günü olaraq. Öz hisslərinizi, emosiyalarınızı, verdiyiniz qərarları hər gün siz qeyd edirsiniz. Tarixi, günü qeyd edirsiniz. Mən hansı qərarları verirəm, kimlə danışdım, hansı situasiyalarla üzləşdim, hansı qidalardan istifadə elə, idman elədimmi, eləmədimmi? Özümü necə hiss edirdim, hansı insanlara necə davranırdım, kimin dediyi söz mənə təsir göstərdi. Yəni sizə necə rahatdırsa, başlayırsınız refleksiya eləməyə, yazılı şəkildə refleksiya edirsiniz. Və siz 2 ay ərzində bunu davamlı şəkildə etsəniz, siz özünüz üçün çox vacib bir detal əldə edəcəksiniz ki, hər ayın müəyyən günlərində siz eyni davranışları edirsiniz, eyni qərarları verirsiniz, demək olar ki, eyni insanlarla görüşürsünüz və demək olar ki, eyni emosional vəziyyətə sahib olursunuz. Yəni siz artıq özünüz təcrübələnəcəksiniz ki, yaxşı mənada. Bu necə ola bilər axı? Mən əvvəlcədən bunu planlamadan, əvvəlcədən bunun fərqində olmadan, mən indi yazaraq, indi özümdə görürəm ki, məsələn, ayın 16-cı günlərində, 17-ci günlərində mən ancaq eyni hərəkətləri edirəm. Digər günlərdə bu nədənsə baş vermir. Mən eyni emosiyalarla üzləşirəm, mən eyni situasiyalarla üzləşirəm. Və bu eyni zamanda menstrual sikl, qadın təbiət və qərar vermə mexanizmlərini öyrənmək üçün ən vacib mühəndislik alətidir və eyni zamanda mühəndislik aləti deyil. Nəyə görə mühəndislik alətidir? Çünki siz səbəb-nəticə arasında çox vacib bir əlaqələri görürsünüz. Siz artıq müəyyən bir şeyi özünüz üçün standartlara, rutinlərə, çərçivələr sala bilirsiniz. Amma eyni zamanda bu deyil. Niyə? Çünki bu çox individual bir prosesdir və menstrual sikl təkcə hormonlarla və bədəndə baş verən proseslərlə deyil. Sizin beyninizdə müəyyən bir psixikanızda baş verən proseslər, dəyişikliklər, həyatınızda, məsələn də xaricdə baş verən proseslər bir mənalı olaraq sizin siklınızda da özünü göstərəcək. Və məhz buna görə mən sizə bir texnikanı deyim, özünüz üçün bir eksperiment aparın. Bilirəm ki, çətin ola bilər, yazmaq indiki dövrdə artıq çətin bir vərdişə çevrilib, amma günün sonunda özünüzə bu hədiyyəni edin və siz görəcəksiniz ki, nəyə görə bəzi günlərdə həddindən artıq çox emosional qərarlar verirəm və siz artıq özünüzü qoruya biləcəksiniz qeyri-sağlam qərarlarda, bir çox məsələlərdə. Bəylər üçün bu hansı məlumatı verəcək? Siz artıq biləcəksiniz ki, məsələn, sizin bacınız olsun, partnyorunuz olsun, sizin tanıdığınız qadınlar olsun, iş mühitində və s. və s. Siz artıq onların dediyi sözlər olsun, hərəkətlər olsun, seçimlər olsun, artıq heç nəyi şəxsi qəbul etməyəcəksiniz. Siz artıq biləcəksiniz ki, okey, siklın bəlkə də bu müəyyən bir günlərində bu baş verir. Bu sizin şəxsən o məsələ hər hansı bir emosional reaksiya olsa sizin özünüzə qarşı, siz bunu artıq şəxsi qəbul etməyəcəksiniz. Çünki bu sizin özünüzlə bağlı deyil. Bu sırf həmin o qadının yaşadığı sikl ərzində hormonal dəyişikliklərlə bağlıdır ki, hansı ki birbaşa onun qərar verilməsinə, davranışlarına və seçimlərinə də təsir göstərir. Və bu çox önəmli bir alətlərdən biridir ki, hansı ki bir-birimizlə olan ünsiyyəti biz artıq növbəti mərhələyə də qaldıra bilirik. Menstrual sikl 4 mərhələdən ibarətdir və
Həmin mərhələlər adətən 28-32 gün keçir və hər bir qadında bu individualdır və individual olması da çox normaldır. Və burada sadəcə normadan kənar olan məsələ nədən ibarətdir? Həddindən artıq çox bu proseslərin ağrılı keçməsidir, xüsusən birinci məsələndə siklın, birinci fazanın. Çünki əgər orada ciddi ağrılı bir təcrübə varsa, mütləq biz psixologiyamız və bədənimiz üzərində işləməliyik. Bu çox vacib bir siqnaldır ki, hansı ki bədən bizə bu vasitəsilə bizə ötürür. Və menstrual fazada biz hansı qərarları veririk daha çox? Məsələn, biz həddindən artıq çox cəsarətli qərarlar, məsələn, cəmiyyətlə tez-tez üzləşmək, həddindən artıq çox sosial bacarıqlarımızı göstərmək bizim üçün prioritet deyil. Çünki bu bizim üçün öz mağaramıza dönmək vaxtımızdır, refleksiya vaxtımızdır. Biz intuisiyamızın ən çox inkişaf edən bir vaxtıdır ki, hansı ki biz yeni qərarlar vermək əvəzinə daha çox biz keçmiş qərarlarımızı refleksiya edirik, yeni dərslər özümüz üçün götürürük, dəyərləndiririk və bu sadəcə bizim üçün daha çox analiz və planlama hissəmizlə bağlıdır. Enerjimiz adətən bu fazada daha aşağıda, daha çox introvert təbiətimiz bizdə oyanır ki, biz adətən özümüzü daha çox refleksiya edək. Növbəti faza daxili, necə deyirlər, yaz fazasıdır. Birinci faza daxili qış fazasıdır. O ikinci daxili yaz fazasıdır. Burada artıq bizim hormonlarımız yavaş-yavaş yüksələnməyə başlayır. Bizim dopamin, serotonin də artmağa başlayır. Və istər-istəməz biz artıq daha yaradıcı olmaq istəyirik. Daha çox insanlarla ünsiyyət istəyirik. Yeni bir şeylər öyrənmək istəyirik. Daha çox riskli qərarlar verə bilərik. Risk analizində daha çox optimist tərəfi görə bilərik. Və yavaş-yavaş ekstravert təbiətimiz bizim oyanmağa başlayır. Və burada artıq siz bu dönəmdə yeni ideyaları test edə bilərsiniz, yeniliklər vermək üçün müəyyən bir qərarlar verə bilərsiniz. Təlim olsun, nə isə bir şey öyrənmək olsun, bu sizin üçün ən ideal fazalardan biridir. Növbəti bizim fazamız daxili yay fazamızdır. Hansı ki, burada bir qadının bu sikl ərzində verə biləcəyi ən cəsarətli qərarlardır. Məsələn, ictimai çıxışlardır, kamera önündə olmaqdır, insanlarla daha tez-tez ünsiyyətdir. Məsələn, satış bacarıqları bu dönəmdə daha güclü, məsələn, də özünü göstərir. Çünki bir qadın bu dönəmdə daha çox motivasiyalıdır kommunikasiyada. Yəni burada artıq ekstravert təbiətin ən pik nöqtəsidir ki, bir insan özünü həqiqətən də bu dönəmdə özünü çox rahat hiss edir. Və əgər siz ən cəsarətli qərarlarınızı vermək istəyirsinizsə, siz bunu bu fazaya da siz sala bilərsiniz. Və sonuncu faza, hansı ki bu sikl hər ay bizdə davam edir, bu eyni zamanda emosional qeyri-stabil dövrdür, ən qeyri-stabil dövrdür və iş mühitində olsun, şəxsi münasibətlərdə olsun, ən kiçik triggerlərdə belə, yəni bizi tətikləyə bilər emosional qeyri-stabil dönəmdə. Çünki hormonal müəyyən bir dəyişikliklər baş verir və əgər siz görürsünüz ki, neçə dəfə siz bu fazada olanda müəyyən bir qərarlar verəndə sonra onun peşmançılığını çəkmisiniz və növbəti dəfə siz artıq bunun fərqindəliyini qazanırsınız. Siz hər gün yazı edirsiniz, yazı yazırsınız, görürsünüz perspektiv fərqli formalaşırsınız da, kənardan baxırsınız və siz artıq görürsünüz ki, növbəti dəfələrdə mən bu reaksiyanı vermək istəyəndə deyirsiniz ki, okey, sən luteal fazadasan, sən PMS sindromunu hal-hazırda yaşayırsan. Biraz gözlə, bir neçə günü gözlə. İndi hələ emosional reaksiyalar vermə, özümüzü sakitləşdiririk və daha sonra artıq daha sakit bir reaksiya ilə biz başlayırıq müəyyən bir qərarları verməyə, müəyyən bir davranışlar və seçimlər etməyə. Çünki nəyə görə insan ən çox peşman olur? O ən çox peşman olur ki, öz emosiyalarını idarə etməyib, müəyyən bir qərarlar verib. Və luteal faza qadınlar üçün sırf həmin dönəmlərdən biridir. Və ona görə də ən güclü qərarları bu fazada verməkdən çəkinin. Hər bir qadında bu individualdır. Ona görə də öz siklınızı izləmək, bunun üzərində işləmək individual olaraq çox önəmlidir ki, bu sizin qərar vermə prosesinizə öz təsirini də göstərməsin. Ertələmə, mən bu sorğunun cavablarını alanda sizlərdən bir çox məsələlərdə ertələmə, prokrastinasiya ən vacib problemlərdən biri olub. Və əslində ertələmə çox vaxt bizə tənbəllik deyilsə də belə, əslində bu tənbəllik deyil. Bu bizim beynimizdə, bədənimizdə baş verən bir çox proseslərin kompleksli bir reaksiyalarıdır ki, hansı ki biz çox vacib bir iş görməliyik, amma nədənsə bu bizə emosional dəyər qatmır.
bizim üçün çox çətin gəldiyi üçün biz onu sonraya saxlamaq istəyirik. Yəni bu bir kompensator bir davranışdır ki, biz onu necəsə başqa bir şeylə kompensasiya edək. Və bunun əsas səbəbləri nədən ibarətdir? Biz emosional diskomfortdan qaçırıq. Məsələn, biz müəyyən bir iş görməliyik və biz bilirik ki, bu iş bizi inkişaf etdirir. Məsələn, nəsə bir şey öyrənmək. Bizim beynimiz üçün nəsə yeni bir şey öyrənmək hər zaman ağrılı bir prosesdir məsələn. Və bizim üçün həmin o tapşırığı həyata keçirtmək, öyrənmə prosesində olmaq ağrılı olduğu üçün avtomatik şəkildə bizə stress siqnalları gəlir və biz o stressdən necəsə azad olmaq üçün dopamini artıran, asılılığı olan bir fəaliyyətlərə keçidirik. Film baxa bilərik, sosial şəbəkələrə gedə bilərik və yaxud da şirniyyat yeyə bilərik ki, o stressi necəsə biz azaldaq. Və əslində bu məqsəddən qaçmaq daha çox bu emosional ağrıdan qaçmaqdır ki, diskomfortdan qaçmaqdır ki, mən dözümsüzəm bu emosional ağrıya və mən öyrəşmişəm belə yaşamağa. Bunu necə dəyişdirə bilərik? Sadəcə özümüzə qərar verərək ki, nə üçün mənim üçün bu iş görmək önəmlidir və mən o işin prosesini özüm üçün məsələn sevdiyim musiqilərlə, sevdiyim sağlam içkilərlə, məşğuliyyətlərlə birləşdirərək bu diskomfortu azalda bilərəm. Bayaq mükəmməlliyətçilik haqqında danışdım. Bu ən böyük səbəblərdən biridir. Dopamin birmənalı olaraq bu ən güclü səbəblərdən biridir ki, biz istəyirik ki, qısa zövqlü fəaliyyətlərlə başımız qarışsın, distraction-da olaq. Yəni biz ən vacib şeylərə fokuslanmayaq və indiki dövr bizi o qədər öyrəşdirib ki, biz distraction-da olaq. Yəni bizim başımız qarışsın, fokusumuz dağılsın və bunun da dopamin balansın pozulması probleminin də ən gözəl həll yollarından biri detoks proqramları etməkdir, rəqəmsal detoks proqramları. Və mən sizə inandırıram ki, siz 3 günlük belə detoks proqramları etsəz, kompüter, internet, telefonun söndürülməsi, sosial şəbəkələrin söndürülməsi, siz özünüzlə bağlı çox önəmli qərarlar verəcəksiniz. İntuitiv şəkildə bu sizə gələcək. Və eyni zamanda siz bir çox ertələdiyiniz işləri də görə biləcəksiniz. Və məhz buna görə bu sosial şəbəkələr hər dəfə bu dopamini artırır və bədən davamlı şəkildə bu sistemlə işlədiyi üçün biz artıq gündəlik hər hansı bir işləri görəndə istəyirik ki, ancaq zövq alaq. Və bu artıq bizdə qeyri-sağlam yanaşma formalaşdırır. Və eyni zamanda indiki müddətdə hər şey o qədər bizə sürətli əl çatım olub ki, biz artıq uzun müddət nə isə gözləmək bizə çox ağrılı gəlir. Və bu da ən böyük səbəblərdən biridir ertələmənin. Və bayaq da qeyd etdiyim kimi bədənə qeyri-sağlam yanaşma birmənalı olaraq prefrontal korteksin zəifləməsinə səbəb olur, stress, yuxusuzluq, yorğunluq və bu da eyni zamanda intellekt tələb edən bir çox işlərin çətinliklərlə də özünə müəyyən bir töhfə verir. Ən böyük səbəblərdən biri, hətta deyərdim ən birinci səbəb ondan ibarətdir ki, nəyə görə bizdə ertələmə gedir? Çünki biz bilmirik ki, bizim ali məqsədimiz nədir? Biz kimik? Nə üçün biz hər hansı bir işlər görmək istəyirik? Bizim əsas dəyərlərimiz nədir? Və o dəyərlərimizə xidmət edən hansı qərarları, hansı işləri görə bilərik ki, biz o ali məqsədimizə çataq. O olmayanda, hər hansı bir tapşırığı, hər hansı bir işi görəndə, niyə bunu etməliyəm? Sualın bizim üçün emosional dəyəri olmayanda, vacib bir dəyəri olmayanda, biz təbii ki, bunu prokrastinasiya edəcəyik. Və mən özüm bunu etmişəm. Mən dövlət sektorunda 6 ay işləyəndə bu mənim həyatımda ən qeyri-sağlam qərarlarımdan biri idi mənim üçün. Ki mən özüm bilə ki, mən dövlət sektorunda işləyə bilmərəm. Mən bir müddət özüm üçün test götürdüm ki, 6 ay gedim işləyim, bu təcrübəni qazanım və mənim bədənim həqiqətən də mənə hər gün reaksiya verirdi. Mən xəstələnirdim. Mənim üçün bu toksik bir mühit idi. Mən özümü bura aid hiss etmirdim və mənə verilən bütün tapşırıqları mən hər zaman ertələyirdim. Niyə? Çünki o mənim üçün heç bir mənası yox idi. Məsəl üçün göstərirdim ki, mən bir iş görürəm və ancaq mən özümə artıq qərar verəndə ki, yox Sara, sən artıq buradan çıxmalısan. Mən artıq başa düşdüm ki, necə bizim üçün önəmlidir ki, müəyyən bir işlər bizim dəyərlərimizdən üst-üstə düşsün ki, biz onları ertələməyək. Və burada artıq bizim coaching texnikalarımız gəlir. Hansı ki, siz bu texnikalardan istifadə edərək Descartes sualları tez-tez istifadə olunur coaching sessiyalarda. Siz bu 4 sualı özünüzə verərək bu bir çox məsələn qərarsızlıqla üzləşirsiniz. 2-3 variant arasında siz qalmısınızsa hər hansı bir məsələdə bu sualları özünüzə verin və çox vacib cavablar da alacaqsınız.
Daha sonra növbəti texnikalardan biri ondan ibarətdir ki, siz uzun müddətli, məsələn, hər hansı bir qərar vermək lazımdır, özünüzə sual verirsiniz ki, bu qərar mənim sonrakı həyatıma necə təsir göstərəcək? Və indi məsələn də mənim 80 yaşım olsaydı, məsələn də 80 yaşlı bir insanın gözü ilə mən hansı qərarı verərdim? Və eyni zamanda çünki bu tez bir zamanda bizi elə bir reallıqla üzləşdirir ki, okey, mən ertələmə problemi yaşayıramsa, mənim o qədər uzun zamanım yoxdur nə isə gözləməyə və mən artıq mən bir yaşa çata bilərəm, mən bir təcrübəyə çata bilərəm və mən artıq buna müşahidəçi kimi baxıram. Və eyni bu vəziyyəti mənim bir dostum yaşasaydı, çünki adətən biz başqa insanlara çox yaxşı məsləhətlər verə bilirik, amma özümüzə gələndə biraz çəkinirik. Və təsəvvür edin ki, hər hansı bir məsələdə qərarsızsınız və özünüzə bu sual verin. Mənim ən yaxın dostum, məsələn, bu vəziyyətdə olsaydı, qərarsızlıqla üzləşsəydi, mən onun özünə də məsləhət verərdim. Eyni zamanda dəyərlərlə bağlı siz necə bunu uzlaşdıra bilərsiniz? Özünüz üçün əsas 5 dəyəri, məsələn, də özünüz üçün yazırsınız. Sizin üçün ən vacib 5 dəyərlərdir. Məsələn, istəyirsiniz bunu ChatGPT-dən dəyərlər siyahısını çıxardırsınız, Google-dan fərqi yoxdur və yaxud da özünüz üçün də siz onu yaza bilərsiniz. Sizin üçün vacib. Daha sonra hal-hazırda verdiyiniz qərarların bu dəyərlərlə nə qədər üzləşdiyi və yaxud da verəcəyiniz qərarların bu dəyərlərlə nə qədər uzlaşacağını qeyd edirsiniz və bunu birdən 10-a və yaxud da birdən 5-ə kimi siz bunu rəqəmlərlə də hamısını qeyd edə bilərsiniz. Məsələn, filan qərar mənim bu dəyərimlə nə qədər uzlaşır? Məsələn, 10 ballı sistemlə 7. Məsələn, ikinci qərar bu dəyərimlə nə qədər uzlaşır? Məsələn, bu da məsələn də 8 və yaxud da 9. Ən yüksək ortalaması olan qərar sizin üçün ən doğru qərarlardan biridir. Və bu coaching texnikalarında da siz bu məsələndə sualı da verə bilərsiniz. Çünki nəyə görə eyni zamanda qərarsızlıq baş verir? Səhv etmək qorxusu ilə bağlı. Məsələn, və biz bu qorxunu necə azalda bilərik öz beynimizdə? Bu sualları verərək. Əgər bu qərar uğursuz olsa, bu mənim üçün hansı dərsi verəcək? Bu məni hansı təkamül mərhələsinə çıxarda bilər? Hansı daha doğru bir reallığa mənim üçün çıxarda bilər? Və eyni zamanda bu vəziyyəti mən necə öyrənmək üçün bir təcrübə kimi görə bilərik. Və biz artıq burada eksperimental, təcrübə yönümlülük bir düşüncə tərzi formalaşdırırıq və bizdə artıq formalaşır risklərə daha cəsarətli yanaşmaq. 10-10 texnikası da tez-tez istifadə olunur. Məsələn, 10 dəqiqə sonra mən bu qərarı versəm necə olacaq? Mən özümü necə hiss edəcəm? 10 ay sonra və 10 il sonra bu necə ola bilər? Siz fərqli zaman çərçivələrlə siz bu qərarınızı analiz etməyə başlayırsınız və siz artıq impulsiv qərarların verilməsini, daha rasional qərarların verilməsi üzrə siz öz yolunuzu da çəkmiş olursunuz. Və ən vacib suallardan biri hansı ki, İnsanlar çox qorxurlar bu sualı özlərinə verməkdən. Əgər bu baş versə, məsələn, əgər məsələn də bu nəticə olarsa, ən pis nəticə olsa nə ola bilər, ən pis nə ola bilər? Əgər orta nəticə olarsa, bu mənim üçün nə deməkdir? Mən hansı dərsləri özüm üçün götürə bilərəm? Və ən yaxşı nəticə olsa, bu qərar mənim həyatımı necə dəyişə bilər? Fərqli perspektivdən həm plusları, həm minusları, həm orta nəticələri özünüz üçün görməyə başlayırsınız. Və ümumiyyətlə qərar vericilik prosesi çox sistemli bir yanaşmadır və bu sırf ego inkişaf və təkamül psixologiyası ilə bağlıdır. Nəyə görə bəzi ölkələr digər ölkələrin qərarlarına təsir göstərir? Nəyə görə bəzi liderlər bəzi şəxslərə öz sözünü deyirdə bilir, bəzi şəxslərə deyirdə bilmir? Nəyə görə valideynlər və uşaqlar arasında müəyyən bir konfliktlər olur və onlar müəyyən bir qərarlara gələ bilmirlər? Niyə bəzi insanlar hər kəslə demək olar ki, ünsiyyəti qura bilir, niyə bəzi insanlarda bu alınmır? Kim öz intuisiyasının səsini dinləyə bilir, kimdə bu ümumiyyətlə alına bilmir. Bir çox bu ünsiyyətlə bağlı olan məsələlər sırf təkamül psixologiyası ilə bağlıdır ki, hansı ki bu bazadır və bunu biz artıq öyrənəndə biz bir çox məsələlərdə problemlərə həll yolu tapmış oluruq. Və mən hal-hazırda bununla bağlı bir təlim keçirəm və hardasa gələn ilin sentyabrına kimi, oktyabrına kimi mən hər ay bu qrup təlimlərini keçirdəcəm. Hibrid formatdadır, onlayn və canlı ki, və ya da bir canlı görüşümüz olur, amma əsasən hibrid formatda olur. Bu kurs hər kəs üçün deyil, çünki buradakı olan məlumatlar hər kəs üçün əlçatan olsa, bu çox böyük bir təhlükə yaradacaq.
bir məna olaraq. Çünki təhlükə nədən ibarət olacaq? Bir çox insanlar müəyyən bir mərhələyə gəlməlidir ki, bu biliklərdən, bu bacarıqlardan istifadə edərkən digərlərinə qarşı neqativ manipulyasiya göstərməsin. Və məhz buna görə bu bilikləri, bu bacarıqları əldə etmək üçün biz çox limitli sayda qruplar götürürük və burada çox önəmlidir ki, insanların dəyər sistemi və müəyyən bir onlar özləri belə müəyyən bir mərhələyə gəlməlidirlər ki, o ego müdafiə mexanizmlərinə qalib gələ bilsinlər. Onlar öz həyatlarında bir çox qərarları sərbəst verə bilsinlər. Bu çox önəmlidir. Və bu tələbələr bu kursdan sonra özəl biznes kluba dəvət alırlar və təkamül psixologiyası, sahibkarlıq, şəxsi inkişafla bağlı heç yerdə paylaşılmayan məlumatları və resursları əldə edirlər davamlı şəkildə, yəni həyatı boyunca bunu ödənişsiz şəkildə də əldə edirlər. Və təbii ki, bonus görüşlər və təlimlər də olur və böhrana hazırlıq, hansı ki, bizim cəmiyyətimizdə buna çox səhlənkar yanaşılır. Biz hər hansı bir fəlakət olsa, hər hansı bir böhran situasiya olsa, biz cəmiyyət olaraq çox vaxtı buna hazırlıqlı olmuruq. Biz necə psixoloji hazırlığı bilərik ki, panikaya düşmədən, özümüzü itirmədən, emosional sabitliyimizi qoruyaraq insanlara və özümüzə kömək edə bilək. Çünki burada icma şəklində bir-birimizə dəstək ən önəmlidir. Hansı ki, mən bunu hər zaman nümunə kimi gətirirəm. Bizdə təyyarə qəzası oldu başqa ölkədə və bizim insanlar vaxtında böhrana, məsələn də oranın işçiləri, oranın əməkdaşları, həmin o ölkənin əməkdaşları, təbii ki, bunu qınamaq məqsədi ilə deyil, sadəcə fərqli bir ssenarini mən sizə gətirmək istəyirəm ki, əgər hər bir insan ilkin psixoloji yardımın bacarıqlarını özündə inkişaf etdirsə, inanın ki, bir çox hallarda biz insanların posttravmatik stres pozuntusunun artmasına biz baryer qoya bilərik. Çünki nəyə görə insanlar böhran zamanı, belə bir fəlakətlər zamanı posttravmatik stres pozuntu ilə üzləşir? Çünki onlar heç nə edə bilmirlər bu böhran vaxtı. Onlar öyrədilmiş çarəsizlik onlarda formalaşır və sonra onlarda günahkarlıq hissi formalaşır ki, nəyə görə mən vaxtında özümə və digərlərinə kömək edə bilmədim? Və sırf bu proqram ilkin psixoloji yardım bu böhrana psixoloji hazırlıqla bağlıdır. İnsan böyümə psixologiyası hər yaş kateqoriyası üzrə biz hansı böhranlarla üzləşirik və hansı biz özümüz üçün davranışlar formalaşdırırıq. Ego inkişaf nəzəriyyələri və təkamül psixologiyasının konkret alətləri var. Biz hansı o alətlərdən istifadə edə bilərik ki, biz həyatımızın bütün sahələrində insanlarla kommunikasiyada problemlər yaşamayaq. Biz onların anlayacağı dildə danışa bilək. Çünki ən böyük problem nədə yaranır? Biz düşünürük ki, hər kəs bizim dildə danışır. Və biz kiməsə adaptasiya etməkdə, kommunikasiyada bizdə müəyyən bir illüziyalar, gözləntilər formalaşır və o reallıqla üz-üzə düşməyəndə təbii ki, biz özümüz mental sağlamlıqla bağlı müəyyən bir problemlər yaşayırıq. Və mədəni kodlar üzrə Azərbaycan mədəni kodları bilmək çox önəmlidir. Ən böyük problem nədir bizdə? Biz xaricdə gedirik, təhsil alırıq. Və biz tez düşünürük ki, xaricdə qazandığımız həmin o təcrübələr, biliklər 100% Azərbaycanda keçərlidir. Ali həqiqət kimi qəbul edirik. Bunu sorğulamaq belə həm həmin mühitlərdə, həm özümüzdə bizə elə bil çox fərqli neqativ təcrübə kimi gəlir. Və məhz buna görə biz ən vacib bacarıqlardan da biri Azərbaycan cəmiyyəti olaraq bizim öz mədəni kodlarımızı bilməkdir. Və biz mədəni kodlarımızı artıq biləndən sonra bir çox biz böhranlarla da, bir çox problemlərlə də üzləşməkdə biz çox fərqli bir növbəti mərhələyə çıxacağıq. Və konkret keyslər olacaq. Burada nəzəriyyə tək olmayacaq. Hər bir tələbə öz keyslərini təqdim edir. Məsələn, hal-hazırdakı böhran nədir? İndiyənə kimi hansı böhran yaşamısınız? Hansı reaksiyalarınız olub? Hansı sikl üzərində siz müəyyən bir vərdişlər formalaşdırmısınız? Və həmin o vərdişləri biz necə dəyişdirə bilərik? Biz kollektiv analiz vasitəsilə biz artıq böhranlara qarşı, öz həyatımızdakı olan müəyyən bir boşluqlara qarşı, problemlərə qarşı fərqli perspektiv formalaşdırırıq. Və daha sonra imtahandır və həmin o imtahan nəticəsində bizim kursumuzda yekunlaşır. Kimə fayda gətirəcək bu təlimin özü? Bu daha çox insanlarla kim təmasdadırsa, kim insanlara xidmət göstərirsə, kim insanlarla ünsiyyəti növbəti mərhələyə çatdırmaq istəyirsə, bu kurs onlar üçün ən gözəl kurslardan biridir. Azərbaycanda belə bir təlimlər ancaq bəlkə də dövlət qurumları üçün, bəlkə də böyük şirkətlər üçün qurulur. Təzə-təzə təkamül psixologiyası gəlir və kim ki təkamül psixologiyasını indidən tətbiq edəcəksə öz həyatında, həqiqətən də digər kolleqalar olsun, digər məsələn də həmkarları olsun, dostları olsun, hər zaman daha geniş prizmadan baxacaqsınız. Hər zaman siz daha sistemli yanaşacaqsınız və sistemli reallığa baxan insana heç kim manipulyasiya edə bilmir.
Manipulyasiyalar nə vaxt baş verir? Biz hər hansı bir perspektivi hər şeydən üstün hesab edəndə. Amma biz sistemli yanaşanda fərqli perspektivləri, fərqli həyat tərzlərini bu sistemin vahid bir parçası kimi biz qəbul edəndə bu da müəyyən bir etaplarla bağlıdır. Siz artıq anlayırsınız ki, problemə necə yanaşmaq lazımdır və indiki dövründə ən böyük problemlərdən biri biz düşünürük ki, biz problemi bilirik, ona kompleksli yanaşmırıq. Həll yolu gətiririk, amma o həll yolu bəzən problemi daha da gücləndirir. Xüsusən bu sosial layihələrdə baş verir. Nə qədər sosial layihələr olub Azərbaycanda, amma çox azı, bəlkə də 1%-dən azı real nəticə götürüb, məsələn də göstərib. Nəyə görə? Çünki problemi bilmirlər, problemi kompleksli yanaşmırlar, mədəni kodları bilmirlər. Ünsiyyət necə qurmaq lazımdır, təkamülü mərhələsinə görə icmalarla bunu bilmirlər. Düşünürlər ki, onlar xaricdə təhsil alıblarsa, onlar üstündürlər, onlar hər şeyi bilirlər. Nə qədər resurs xərclənir, amma heç bir inkişaf yoxdur. Və məhz bunların hamısının qarşısını almaq üçün növbəti bir mərhələdə sistemli yanaşmaq üçün məsələlərə bu proqramı mən tərtib etdim ki, insanlar həqiqətən də daha çox maariflənsin bu mövzuda. Bu qədər. Mən bu dəfə çox danışdım, amma istərdim ki, sizin suallarınızı da alım. Nə suallarınız olsa, mən böyük məmnuniyyətlə cavablandırmağa hazıram. Təşəkkür edirəm dinlədiyiniz üçün. Mənim üçün çox xoş oldu sizinlə bölüşmək. Kimin nə sualı olsa verə bilər. Mən indi çata da baxım. Menstrual siklda gecikmə olanda günlərin sayına təsir edir. Bu halda gün hərəkət paradigmasını necə ölçülür? Məsələn, bir ay gecikmə olanda davranışlı gün sayına görə necə proqnoz edirik? Birincisi, əgər müəyyən bir gecikmələr baş verirsə, menstrual siklda, məsələn, müəyyən bir gecikmələr olsa, mütləq bunun üzərində işləmək lazımdır. Nəyə görə xüsusən 1-2 ay gecikmə olursa, bunun səbəblərini öyrənmək və bunun üzərində işləmək lazımdır. Gün hərəkəti, siz sadəcə yazırsınız. Məsələn də, hətta gecikmə olsa da belə, siz hər gün yazırsınız. Məsələn də, bu mənim siklımın bu günüdür. Hətta məsələn, nəsə baş verməsə də belə, birdən məsələn də ilk faza sizdə məsələn də çox gecikirsə, yenə də siz yazırsınız. Adətən bu 28-32 gün aralığında olsa da belə, amma bəzi şəxslərdə bu 35 gün ola bilər, bəzilərində 33, bəzilərində 34. Yəni bu çox individualdır və burada da yəni standart, konkret radikal standartlar yoxdur. Amma mən düşünürəm ki, siz bunu menstrual coach ilə daha çox siz individual işləsəniz, mən düşünürəm ki, sizin həyatınızda olan bir çox situasiyalarla siz həmin o siklla olan sistemli sizdə əlaqə qurulacaq. Məsələn, sizin hal-hazırda psixanızda hansı proseslər baş verir, bədəninizdə nə baş verir, həyatınızda hansı situasiyalar baş verir. Çünki bunlar hamısı bir-birindən əlaqəli olan bir proseslərdir və mən düşünürəm ki, bu sualın ən düzgün cavabını siz menstrual coach ilə işləsəniz daha yaxşı əldə edə bilərsiniz. Amma yenə də siz yazını edə bilərsiniz, hər gün yazı edə bilərsiniz. Menstrual fazadan başlayırsınız, ilk gündən siz başlayırsınız və onunla da siz davam edə bilərsiniz. Belə, amma daha ətraflı cavabı mən düşünürəm ki, siz menstrual coachdan əldə etsəniz, o daha doğru olar. Çünki burada individual yanaşma çox önəmlidir. Ümumi demək reallıqdan bizi uzaqlaşdıra bilər. Nərgiz xanım, mən onsuz da bu videonu paylaşacağım YouTube'da. Siz yenidən bu təlimə baxa bilərsiniz. Hər dəfə fərqli dəyərlər çıxır. Necə bilək ki, hansı həqiqətən də mənim dəyərdir? Çox önəmli bir sualdır. Siz fərqli təkamül mərhələlərdən keçirsinizsə, sizin dəyər sistemləriniz dəyişəcək və bu normaldır. Çox önəmlidir ki, sadəcə siz dəfələrlə bunu müşahidə edəsiniz özünüzdə və sizin dəyərləriniz də dəyişdikcə ona uyğun olaraq da sizin qərarlarınız da dəyişəcək, mühitiniz də dəyişəcək, sizin davranışlarınız da dəyişəcək. Hansı sizi daha xoşbəxt hiss etdirirsə, hansı sizi ə, necə deyim, bunu Azərbaycan dilində. Yəni siz bu dəyərlərə sahib olanda siz həqiqətən də bu sistemin vacib bir hissəsi olduğunuzu hiss edirsiniz. Yəni sizin üçün o qədər vacibdir ki, bu dəyərlərə sahib olmağınız ki, siz ona əsasən başlayırsınız artıq ona uyğun olaraq da qərarlar verməyə. Buyurun Mircahan xanım. Hər vaxtınız xeyir. İlk öncə çox təşəkkür edirəm məlumat üçün. Bu dəyərlər mövzusunda məsələn mən mentorumla işlədiyimdə iki fərqli mentorla işləmişəm və iki fərqli mentorla bu dəyərlər mövzusunda bir neçə dəfə işləmişik və hər dəfəsində fərqli nəticələr qazanılıb. Və bəzən məsələn mən dəyər olaraq gördüyüm şey, məsələn mentorum deyir ki, bu dəyər deyil də.
dəyəri yaradan hər hansı bir məfhumdur deyək. Hı Bəs hı. o dəyərlər nəyin dəyər olmadığını necə təyin eləmək olur? Yoxsa bunun hər hansı bir sistemi varmı, bir siyahı və sair varmı ki, ona baxaq və ona uyğun bir qərar verə bilək? Mircahan xanım, mən sizə deyə bilərdim ki, okey, hazır bir siyahı var, o siyahıdan siz seçim edə bilərsiniz, amma siz daxilən intuitiv hiss edirsiniz ki, bu mənim üçün dəyərdir, demək ki, bu sizin dəyərinizdir. Kənardan sizə deyə bilər bu dəyər deyil, amma intuitiv şəkildə daxilən hiss edirsiniz ki, bu sizin dəyərinizdir. Heç bir siyahılara fikir verməyin. Okey, mentor əladır, mentorla işləməyiniz, amma mentor da o demək deyil ki, onun dediyi hər bir söz reallıqda ali həqiqətdir. Ən vacib sizin üçün hal-hazırdakı olan həqiqət sizin intuisiyanızın dediyi bir dəyərdir. Hansı ki, o dəyər həqiqətən də sizi xoşbəxt hiss etdirirsə, sizi bu həyat sisteminin vacib bir hissəsi kimi hiss etdirirsə, onda siz onu təbii ki, özünüz üçün vacib bir dəyər sisteminə salmalısınız. Təşəkkürlər. Mən təşəkkür edirəm. Çox sağ olun. Sara xanım, PDF veriləcəkmi? Xeyr, mən prezentasiyanı göndərmirəm, çünki YouTube-da bunun video yazısı olacaq və siz həmin o prezentasiyaya yenidən baxa bilərsiniz. Slayda mən bölüşməyəcəm. Mən ancaq bu video yazısını sizinlə bölüşə bilərəm. Mən təşəkkür edirəm Ülkər xanım. Çox sağ olun Aynura xanım. Nəzakət xanım, mən təşəkkür edirəm Hürü xanım, Aytan xanım. Təşəkkürlər hər birinizə. Fayda gətirə bildimsə nə xoş mənə. Hüseyn bəy, təşəkkür edirəm dəyər verdiyiniz üçün, diqqətiniz üçün. Dopamin səviyyəsini tarazlamaq üçün detoks problemindən əlavə tövsiyəniz varmı? Ə, Əslində dopaminin çox olması və yaxud da az olması bunun sağlam tərəfləri var və qeyri-sağlam tərəfləri var. Qeyri-sağlam təbii ki, bu asılılıqla bağlıdır. Məsələn, sağlam tərəfi isə əgər məsələn siz dopamini artırmaq istəyirsinizsə, məsələn də bununla belə daha çox motivasiyanızı artırmaq istəyirsinizsə, bunun həll yollarından biri təbiətlə əlaqədir. Təbiətlə biz daha sıx əlaqədə olanda bizim avtomatik şəkildə mükafat sistemimiz, motivasiya sistemimiz artır. İdmandır və keyfiyyətli qidalanmadır. Bunlar hamısı bir yerdə, həmin o rəqəmsal detoksla bir yerdə və eyni zamanda sağlam yuxu sistemidir ki, onlar hamısı bir yerdə bizim dopamin səviyyəmizi tarazlamağa öz köməyini də göstərir. Və təbii ki, sizi xoş hiss etdirəcək mühitlər, fəaliyyətlər, məsələn, elə bir hobbilər ola bilər ki, sizi çox yaxşı hiss etdirir ruhən və siz özünüzü inkişaf etdirirsiniz. O da dopamin səviyyəsini tarazlamağa sizə kömək edə bilər. Xəyalə xanım, təkamül psixologiyası hər ay keçirilir. Bəli, bir il davam edəcək. Mən artıq gələn il məndə prioritetlər dəyişdiyi üçün mən artıq təkamül psixologiyasını keçməyəcəm. Ancaq bunu şirkətlər üçün keçəcəm. Mədəni kodlarda bəli, buna daxil olacaq. Çünki mədəni kodlar ən vacib mövzulardır. Yəni hər bir azərbaycanlının bilməli olduğu bir mövzudur. Sadəcə bizə bunu heç kim məsələn də nə təhsil müəssisələrində, nə başqa bir yerlərdə bizdə rəsmi təhsildə çox təəssüf ki, bu kimi önəmli bacarıqlar, önəmli biliklər ötürülmür. Nəyə görə ötürülmür? Çünki insanlar bu haqqda fərqindəlik qazananda onları idarə etmək daha çətin olur. Məhz buna görə. Bunu siz ancaq qeyri-formal təhsildə öyrənə bilərsiniz. Mərkəzləşmədən uzaq təhsildə. Çox sağ olun Samirə xanım, mənim üçün də çox xoş oldu sizi burada görmək. Qərar vermə istəyi, bu davranış genetika ilə nə dərəcədə bağlıdır və öz ailə və beyin nəzərinə sual verirəm, eyni davranıram. Nərmin xanım, genetika burada öz rolunu oynayır. Məsələn, iradə gücü xüsusən. Məsələn, iradə gücü ilə bağlı bir çox məsələlər beyində baş verən kimyəvi reaksiyalar, onlar bir məna olaraq genetik faktor burada çox vacib bir rol oynayır. Onun da ən vacib elmi tədqiqatları özünü necə göstərir? Məsələn, depressiya hər hansı bir eyni situasiyadır və yaxud da eyni şəraitdə. Bəzi insanlar daha çox depressiyaya meyillidir, bəzi insanlar daha az depressiyaya meyillidir. Nəyə görə? Çünki beyindəki olan həmin o kimyəvi maddələr serotonin ifrazı ilə bağlı, o genetik ötürülən məlumatlarla bağlıdır ki, hansı məsələn də maddələrdə, hansı beyindəki olan kimyəvi reaksiyalarda serotonin daha çox ifraz olunursa, təbii ki, həmin insanlarda iradə gücü daha çox olacaq. Və o genetik ötürülən məlumatlarla bağlıdır. Amma bunu da insan öz həyatında dəyişdirə bilərmi? Bəli, bunu da dəyişdirə bilər. Əgər bunun fərqindəliyini qazanırsa və uzun müddət
vərdişləri, seçimləri və psixologiyası üzərində işləyirsə. Bir çox qərar vermə istəyi, məsələn, qərarlar, bu iradə gücü xüsusən bu genetiklə bağlıdır. Amma bəzi qərarların verilməsi genetikdən daha çox bizim böyümə tərzimizlə bağlıdır ki, siz şüuraltı olaraq artıq 0-6 yaş aralığında bu modeli görmüsünüz, bu sizin üçün norma gəlib və bu daha çox mühitlə bağlıdır, böyümə tərzinə bağlıdır ki, müəyyən bir siz qərarları verəndə o genetikadan daha çox, genetika daha çox iradə gücü ilə bağlıdır. Amma böyümə tərzi və bizim mühitimiz hansı qərarları necə bir şəkildə verməyimizdən bağlıdır ki, hansı ki biz bunu artıq özümüz də fərqində olmadan onu kopyalayırıq valideynlərimizdən. Mən təşəkkür edirəm xanım. Mənim üçün də çox xoş oldu sizi görmək. Təşəkkür edirəm Könül xanım, təşəkkür edirəm Nərminə xanım. Övladlarımızın öz qərarlarını sərbəst verməsi və ifadə verməsi üçün nələri tövsiyə edərsiniz? Ülker xanım, bu daha çox insan böyümə psixologiyası ilə bağlıdır. 0-3 yaş aralığında ilk onlara avtonomiyasını, təbii ki, nəzarəti saxlamaq şərti ilə. Çünki bəzi hərəkətlər, bəzi sahələr var ki, orada valideyn nəzarəti çox önəmlidir. 0-3 yaş aralığında ilk bu baza başlayır ki, biz artıq uşağın avtonomiyasını başlayırıq onu dəstəkləməyə. Məsələn, özü başlayır ilk dəfə qidalanmağa, sərbəst şəkildə öz geyimini geyinməyə və biz ona deyirik, bravo, bravo, sən əlasan, sən supersən. Başlayırıq onun bəzi onun üçün təhlükəsiz olan vərdişlərini və hərəkətlərini onu təsdiq eləmək ki, o özü bunu müstəqil şəkildə eləsin. Daha sonra 3-6 yaş aralığında o artıq başlayır öz emosiyalarını ifadə etməyə. Başlayır artıq ilkin reaksiyalar verməyə, o artıq özünü valideynlərdən yavaş-yavaş ayrı görməyə başlayır. Düzü 3 yaş aralığında bu ilk böhran baş verir və valideynlər üçün bu ən çətin böhranlardan biridir. Amma 3-6 yaş aralığında bu artıq başlayır özündə daha çox formalaşdırmağa və burada ə, daha çox sərbəst qərar verməyi qəbul etmək üçün danışmaq, müzakirə etmək, hər hansı bir qadağa qoyulsa da belə onu izah etmək, onun səbəblərini açıqlamaq. Çünki uşaq hər zaman qadağalara, o qaydaları qarşı çıxmağa meyillidir. Yəni insan təbiəti buna meyillidir. Amma biz ona deyəndə ki, bu sənin təhlükəsizliyinə necə məsələn ziyan verə bilər? Məsələn də biz nəyə görə sənin üçün bu qadağanı qoyuruq? Amma sən bu hərəkət eləsən, sən sərbəstsən, biz sənin sərbəstliyini dəstəkləyirik. Bunu da biz paradoksal şəkildə, eyni bir şəkildə biz bunu öz övladımızla açıq şəkildə, dürüst şəkildə ünsiyyət quraraq biz onun sərbəst qərar verilməsinə dəstək ola bilərik. Və nə vaxt ki bizim övladlarımız sərbəst qərar verirsə, biz onu təsdiq edirik. Biz ona xoş sözlər deyirik. Biz ona deyirik ki, biz səndən fəxr edirik. Sən bunu etdin, sən artıq yavaş-yavaş böyüyürsən və s. və s. Artıq yavaş-yavaş onda artıq istərsəməz bu patern yaranır, bu vərdiş yaranır, təşəbbüskarlıq, sərbəst qərar vermə ilə bağlı. Və yeniyetmə dövründə xüsusən bu böhran özünü daha kəskin şəkildə göstərir ki, burada artıq valideyn ikinci plana gedir və burada onun üçün ən vacib olan bir məsələ həmkarların yanında özünü sübut etməkdir. Və bu çox dərin, həqiqətən də bir psixoloji məsələlərlə bağlıdır və insan böyümə psixologiyasını da bilmək, həqiqətən də ona görə yaş kateqoriyaları üzrə bilmək çox önəmlidir ki, biz bilək ki, biz öz uşaqlarımızla necə bir dildə danışaq. Çünki hər yaş kateqoriyası gəldikdə müəyyən bir böhranlar baş verir. O böhran keçəndən sonra növbəti mərhələ gəlir və hər mərhələ gəldikdə yeni faktorlar formalaşır, yeni bacarıqlar formalaşır və bizim də ünsiyyətimiz artıq daha kompleksli bir hala çevirməyə başlayır. Və ona görə də bizim üçün sistemli yanaşmaq çox və çox önəmlidir. İlk növbədə təhlükəsiz mühit, güvənli bir mühit, açıq, dürüst ünsiyyət və sərbəst qərarları eyni zamanda təsdiqləməkdir, xoş sözlər deməkdir. Qadağa da qoyulursa, nəzarət də olursa, onun səbəblərini açıqlamaq. Mən təşəkkür edirəm Həbbə xanım. Bəli, kurs ödənişlidir və orada ödəniş də slaydda qeyd olunub. Faydalı prezentasiya oldu, əslində proqrama qoşulmaq xoş olardı. Nömrəm var sizdə, qoşulmaq istəyirsinizsə yaza bilərsiniz. Biz artıq oktyabr qrupuna, artıq qrup yığmağa başladıq. Sizi də görməyə çox şad olaraq. Çox təşəkkür edirəm. Çox sağ olun Xəyalə xanım. Mənim üçün çox xoş oldu ki, sizin üçün faydalı oldu. Coşqun bəy, çox sağ olun dəyər verdiyiniz üçün. Seçim çoxlu paradoksuna əmələ gələn qərarsızlığı necə aşmaq olar? Qərarın zamanlanmasını necə idarə etmək olar? Özünüzə bu sualı versiniz. Mənim əsas məqsədim nədir? Və bu seçimlərdə hansı mənim məqsədimə daha sürətli çatdırır? Bu qədər sadə. Məsələn, siz özünüz üçün bir qida seçirsiniz marketdə.
Sizin müəyyən bir kriteriyalarınız var, müəyyən bir məqsədiniz var ki, siz bu qidanı almaq istəyirsiniz. Məsələn, düşünürsünüz ki, məsələn deyirəm, am, məsələn, glutensiz qidalanırsınız. Həddindən artıq çox glutensiz unlar var orada və ondan çox seçim var. Siz artıq bir-bir onların tərkibinə baxırsınız, nə qədər onlar ziyanlı deyil, nə qədər onlar təhlükəsizdir və siz artıq bir-bir ona baxandan sonra özünüzə sual verirsiniz. Hansı mənim sağlamlığıma daha çox xidmət göstərir? Mənim məqsədimə daha sürətli şəkildə çatmağıma öz dəyərini göstərir və ona əsasən siz artıq o seçim çoxluğu paradoksundan daha rahat çıxa bilirsiniz. Çünki seçim çoxluğu nəyə görə bizi nəyə görə formalaşıb kapitalizmdə? Bir tərəfdən bu yaxşıdır, amma bir tərəfdən bizim diqqətimizi dağıtmaq üçün bu formalaşıb ki, biz öz məqsədimizdən yayınaq. Hər zaman qərarı verdikdə özünüzə bu sualı verin. Hansı seçimi etsəm mənim məqsədimə daha sürətli şəkildə, daha dəyərli şəkildə məni çatdıra bilər. İradə gücümüzü necə artıra bilək? Qərar verməklə ki, mən iradə gücümü artırıram. Bu qadınlar üçün necədir? Menstrual sikla uyğun olaraq öz işlərimi planlayaraq və müəyyən bir sizdə siklın müəyyən bir günlərdə sizdə iradə gücü zəifləyəcək və bu da normaldır. Özünüzü buna görə günahkar hiss etməmək. Müəyyən bir məqsədiniz var. O məqsədə çatmaq üçün işlərinizi menstrual sikla uyğun olaraq da siz onu planlayırsınız. Bir tərəfdən də iradə gücünüzü də artırmağın ən gözəl yollarından biri idmandır. İdmanda siz əgər bunu bacarsanız, siz istənilən sahədə onu göstərə biləcəksiniz. Çünki bizim beynimizin çox maraqlı fenomeni var. Bir sahədə biz uğur qazanırıqsa, müəyyən bir nəticə qazanırıqsa, o uğuru bizə bütün sahələrdə ötürməyə bizə kömək edəcək. Çünki bizdə artıq bu kod, bu proqram yazılır. Eyni şey uğursuzluqla bağlıdır. Bir sahədə uğursuzluqsa, beyin avtomatik şəkildə bunu bütün sahələrə yönləndirir və məhz buna görə bizim üçün çox önəmlidir bunun fərqində olmaq. Neqativ ssenarilər olanda bunun qarşısını almaq, özümüz bunu edirik və pozitiv olanda artıq bir dəfə bir sahədə biz iradə gücümüzü artırırıqsa, yavaş-yavaş gündəlik fəaliyyətlərlə, məsələn, idman ağrılı gələ bilər. Bunu sevdiyiniz musiqi ilə edə bilərsiniz, sevdiyiniz mühitdə edə bilərsiniz. Əsas odur ki, o ağrılı təcrübə sizə daha az ağrılı olsun və siz özünüz üçün o mühiti yaradırsınız ki, maksimum dərəcədə bu disiplinin formalaşması sizin üçün xoş keçsin. Çox sağ olun Ülviyə xanım. Təşəkkür edirəm. Fərqindəlik qazanmısınızsa, yəni fərqindəlik yaşamısınızsa, mən ancaq buna görə sevinə bilərəm. Mən çox sevinirəm buna görə. Çox sağ olun Yeganə xanım. Mənim üçün də çox dəyərli oldu sizinlə olmaq. Nilüfer xanım, çox önəmli bir məqama gəldiniz. Ertələmə problemi varsa, bunun səbəblərini bilmək, fərqində olmaq, amma həll edə bilməmək kimi probleminiz varsa, hardan necə başlanılmalıdır? Birincisi, nəyə görə biz bunu həll etmirik və nəyə görə bunu həll etməmək bizə sərf edir? Bu məqamlar üzərində özümüzə sual veririk. Çünki insanın etdiyi və yaxud da etmədiyi istənilən seçimin arxasında çox vacib ona sərf edən məqamlar dayanır. Nəyə görə mən bunu həll etmək istəmirəm? Bu sualın cavabını biz artıq tapandan sonra və çox dərin bəlkə də biz fərqindəlik qazana bilərik ki, bəlkə də bu müəyyən bir mənim həyatımda baş verən bir proseslərlə bağlı olub, keçmiş təcrübələrlə bağlı olub. Bəlkə də kimsə mənə bir sözü deyib, o söz hələ də məni idarə edir. Bəlkə də mən keçmişdə müəyyən bir təcrübə qazanmışam, mənim fiziki enerjim çatmır bundan bağlı. Və bu kifayət qədər çox kompleksli bir yanaşma olduğu üçün biz ancaq bunun dərinliyinə gedəndən sonra, bunun əsl səbəblərini tapandan sonra, ancaq ondan sonra biz bilə bilərik ki, biz bunu necə həll edə bilərik. Çünki hər hansı bir şey səbəbini biləndə biz onun həll yolunu tapırıq və artıq bizim üçün daha rahat olur ki, yeni bir məqsədlər qoyaq, yeni bir qərarlar qoyaq və artıq bizim üçün ertələmə məsələsi də problem olmur. Və həll edə bilmiriksə, çox güman ki, burada dəyərlərlə uzlaşmada müəyyən bir çətinlik ola bilər və dəyərlərlə də uzlaşmada çətinlik olursa, insan özü instinktiv şəkildə ondan uzaqlaşmaq istəyir. Bu da əsas problemlərdən biri ola bilər. Təşəkkür edirəm. Çox sağ olun. Sevinç xanım, çox sağ olun Coşqun bəy. Kimin əlavə sualları varsa, böyük məmnuniyyətlə cavablandırmaq istəyirəm. Çox möhtəşəm suallar verirsiniz. Keçən webinarda da çox möhtəşəm suallar verdiniz. Bu webinarda da çox gözəl suallar verirsiniz və sizə təşəkkür edirəm. Daha çox özümüzə suallar verir, özümüzü inkişaf etdirə bilərik. Bəli, bəli, ən vacib bacarıqlardan biri özümüzə doğru suallar verməkdir. Çünki cavablar bizim daxilimizdə var. Amma nə vaxt ki, biz özümüzə çətin suallar verəndə, bizi özümüzlə üzləşdirən sualları verəndə, biz başlayırıq artıq özümüzün o daxilimizdəki olan cavabları da çıxartmağa. Bəli, Aynura xanım. Çox sağ olun Əsmirə xanım.
Təşəkkür edirəm. Salam Serap xanım. Salam Gülər xanım. Aha, sualım vardı. Bəli, bəli, buyurun. İlk öncə təşəkkür edirəm sizə. Mən çox xoş. Sualım ondan ibarətdir ki, fikirləşək ki, bir insan bugünə qədər öz dəyərləri haqqında e, o qədər də bilgili olmayıb və bu dövrdən sonra öz dəyərlərini təyin edir. Amma dəyərlərini təyin etdikdən sonra belə bir şeyin fərqində olur ki, e, onun dəyərləri ilə olduğu mühit uyğun deyil və yaxud da ki, ətrafında olan insanların dəyərləri ilə uyğun deyil və xüsusilə də ətrafındakı insanlar və mühiti onun daha yaxın çevrəsi və yaxud da ailə üzvləri olduğu halda və o hər hansısa bir addım atmağa çalışarkən təbii ki, çətinlik olacaq. Çünki artıq ətrafındakı insanların dəyərləri ilə üst-üstə uyğun olmur və bu halda, yəni bu çətinliklə necə edə bilər addım atmaq? Düşünürəm ki, yəqin ki, burada təkamül psixologiyasına əsasən o ünsiyyət nə şəkildə davranmaq lazımdır. Çünki biz onu bilməliyik də, artıq orada təkamül psixologiyası artıq fərqli mərhələlərdəyik. Bəli, Gülər xanım, siz artıq bunun cavabını vermisiniz. Təkamül psixologiyası insanı çox, ya bütün bəşəriyyət tarixi insanın, fərdlərin, hökumətlərin, cəmiyyətlərin keçdiyi müəyyən bir təkamül etaplarını araşdırır. Və hər bir etapın öz dəyər sistemləri var. Və hər dəyər sistemi ilə bizim reallığa baxış tərzimiz formalaşır. Liderlik anlayışı, ailə anlayışı, icma anlayışı, siyasi sistem anlayışı, hər bir şey bu dəyər sistemləri ilə bizdə dəyişir. Yəni bizim reallıq haqqında olan xəritələrimiz dəyişir. Biri var reallıq, biri var reallığa baxış tərzimiz. Və bizim növbəti etaplara keçid etməyimiz hər zaman müəyyən bir böhranlarla da baş verir və bu özü də belə çox uzun bir çəkən bir proseslərdən də biridir. Sizin məsələnizə gəldikdə, bəli, məsələn, bir insan müəyyən bir ego inkişaf mərhələsindədir. Müəyyən bir müddətdən sonra artıq o növbəti ego inkişaf mərhələsinə keçid edir, təkamül mərhələsinə keçid edir. Amma onun ətrafı olduğu yerdədir, olduğu təkamül mərhələsindədir. Və hər iki tərəf üçün bu kommunikasiya artıq ciddi bir problemə çevrilir. Nəyə görə? Çünki artıq burada dəyər sistemləri çox fərqlidir. Və nəyə görə burada eyni zamanda ciddi bir problem yaşanır? Çünki hər kəs özünü haqlı hesab edir. Hər ego inkişaf mərhələsində bu kimi məqamlar da var ki, hər kəs özünü üstün hesab edir. Məsələn də ondan erkən ego inkişaf mərhələsində özünü üstün hesab etdiyi üçün özünün haqlı olduğunu göstərmək istəyir və burada bir çox eyni zamanda kommunikasiya boşluqları da yaranır. Və biz bunun fərqində olanda üzrlü Və biz bunun fərqində olanda biz artıq bu kommunikasiyada adaptasiya edə bilirik. Amma biz ancaq bu dəyər sistemləri haqqında öyrəndən sonra biz bilə bilərik ki, biz hansı böhranlardan keçirik. Nə üçün keçirik? Çünki bəzən ekzistensial böhranlar yaşaya bilərik. Hər yerdə demək olar ki, bir çox kitablarda, media kanallarında hər yerdə deyilir ki, bu dünyanın sonudur. Bu ağır depressiyadır. Amma bir çox vaxtlarda ekzistensial böhranın özü belə bizim üçün bir təkamül mərhələsindən növbəti ego inkişaf mərhələsinə, təkamül mərhələsinə keçidi göstərir. Və bu böhran özü insan yaşamalıdır ki, öz dəyər sistemlərini yenidən sorğulasın, həyata verdiyi mənanı yenidən sorğulasın və növbəti mərhələyə keçsin və növbəti mərhələdə o artıq çox fərqli perspektivdə reallığa baxmağa başlayır. Və məhz buna görə bəli, təkamül psixologiyasının o incəliklərini bilmək çox önəmlidir. Bu çox sistemli bir yanaşmadır. Hər ego inkişaf mərhələsində siz dəyər sistemlərini tanış olanda bunun fərqindəliyini qazananda sizin üçün qat-qat rahat olur. Siz artıq seçim edirsiniz, mən bu mühiti dəyişirmi? Yoxsa mən öz kommunikasiyamı özüm adaptasiya edib, öz həyatımı daha da rahatlaşdırım, asanlaşdırım. Bu sizdə artıq iki seçim olur və hər insan özü üçün bu seçimi də edir. Aydındır. Çox sağ olun. Mən təşəkkür edirəm Gülnar xanım. Çox gözəl bir sual idi. Gülnarə xanım, mütəmadi olaraq kiçik mövzularda belə ikiləmə qalıb seçim edə bilməməkdən necə qurtulub qərar verə bilərik? Mən bunu qurtulub deməzdim, mən bunu ciddi bir problem də deməzdim. Əgər iki seçim varsa, demək ki, sizin üçün bir imkan var ki, siz seçim edəsiniz. Mən buna daha çox pozitiv tərəfdən baxardım. Ki, ən azı sizdə seçim var qərar verməyə. Amma hansı qərar, hansı seçim sizin məqsədinizə, sizin daha sağlam olmağınıza, sizin daha yaxşı, uzun müddətli xoşbəxt olmağınıza, yəni qısa müddətli zövqü yox,
uzun müddətli sizin xoşbəxt olmağınıza, sağlam olmağınıza, özünüzün inkişafınıza xidmət edəcəksə, o qərarı verməyiniz sizin üçün daha uyğun olacaq. Və Descartes sualları, siz Descartes sualları texnikadan hər zaman o qərarsızlıq olanda, iki seçim qabağında olanda siz hər zaman ondan istifadə edə bilərsiniz. Ən effektiv coaching texnikalardan biridir. Amma mən buna bir problem kimi baxmazdım. Ən azı bu qərarsızlıq insan özü də yaşamalıdır ki, hər hansı bir qərarı da versin. Ən azı siz o qərarı verirsinizsə, vermək istəyirsinizsə, bu artıq çox böyük bir şeydir. Və seçimin də əslində çox olması, bu bizim əslində müstəqil qərar verməyimiz üçün də çox vacibdir. Düzdür, bizə o qədər deyirlər ki, seçim çox olmasın, qərarlarımız ertələnir və s. və s. Amma buna fərqli perspektivdən baxaq ki, nə yaxşı ki, sizdə iki seçim olur hər dəfə qərar verəndə və siz seçim edirsiniz. Bu çox gözəl bir şeydir. 21-ci əsrdə biz elə bir dövrdə yaşayırıq ki, biz seçim edə bilirik. Bunun problemli tərəfi də var, bəli razıyam. Amma o Descartes suallar coaching texnikasını istifadə edin. O sizə bir çox məsələlərdə kömək edə bilər. Qərar vermə psixologiyası ilə bağlı kitab tövsiyəniz varsa paylaşa bilərsinizmi? Bəli, The History of Evolution of Human Intelligence. Max Bennett. Bu kitabı mən sizə tövsiyə edirəm. Mən indi yazıram burada. Təkamül, insan zəkası necə təkamül edib və beyində hansı proseslər baş verir ki, onlar bizim qərarlarımıza təsir göstərir. Mənim həyatımda indiyənə kimi oxuduğum ən güclü kitablardan biridir. Yəni siz o kitabı oxusanız da belə, inanın ki, siz süni intellektlə də bağlı bir çox vacib məlumatları əldə edəcəksiniz. Necə süni intellekt inkişaf edib, hansı təkamül qərar vermə və beyində baş verən reaksiyalarla bağlı, reptili beyindən tutmuş, indiyənə kimi məməlilərin keçdiyi beyində olan proseslərdən istifadə edib ki, məsələn, robot toz soran çıxardı. Yəni bunlar hamısı bəzi həşəratlarda və heyvanlarda olan beyindəki olan proseslərdən kopyalanmış modellərdir. Siz onu oxusanız, mən əminəm ki, sizin üçün çox böyük fərqindəliklər olacaq. Azərbaycan dilində deyəsən yoxdur tərcüməsi, ingilis dilində siz onu tapa bilərsiniz. İndi mən yazıram onu. Intelligence. Max Bennett. İndi yazıram, digər top kitabları da yazıram. Skin in the Game mütləq. Mütləq bu kitabı oxumalısınız. Çünki Skin in the Game sizə akademiyada və elm sahəsində olan reallığı, rasionallıq haqqında olan reallığı olduğu kimi səslənir. Çünki elm və akademiya sahəsində o qədər manipulativ, sistemli yanaşmalar formalaşıb ki, reallıqdan bizi uzaqlaşdırır. Skin in the Game ən gözəl kitablardan biridir. Hal-hazırda 5-ci mənim yadıma düşmür, amma mən sizə 4 kitabı göndərdim. Chatda siz oxuya bilərsiniz. 5-ci yadıma düşmür deyəndə mən ona görə göndərmədim. Bu 4 kitabı siz oxusanız, bir çox məsələlərdə sizin perspektiviniz genişlənəcək. Bir çox məsələlərdə. Bir dəqiqə. Çox sağ olun cavabladığınız üçün. İkinci sual sizdə fərdi çalışma proqramı məlumat var. Bəli, bəli, mənim fərdi mentorluq proqramlarım var. Sahibkarlar üçün, mütəxəssislər üçün. Biz hardasa 2 aylıq var, 3 aylıq var, 6 aylıq var. 2 saatlıq ekspres konsultasiyalar da var. Yəni hansı sizə daha uyğun olarsa, bununla bağlı müraciət edə bilərsiniz. Nömrəm var, nömrəyə də müraciət edə bilərsiniz. Və məmnuniyyətlə biz işləyərik sizlə də bir yerdə. Öz dəyərlərimizin həqiqətən də nələr olduğunu necə öyrənə bilərik? Mən bunu cavabladım artıq. Mən onsuz da videonu yükləyəcəm, yenidən baxa bilərsiniz. Bizi həyatda saxlayan bir sonrakı qaldıran qərar vermişdinizsə, qədəməylər üçün daha çətin riskini verməyə hazırıq. Bu hər baxımdan doğru mu, yoxsa təkəmiz buna uyğun olması böhran yaşayarıq? Bəli, Günay xanım, mən razıyam sizlə. İnsanın həyatı boyunca bir neçə keçəcəyi təkamül mərhələləri var.
Bəzi insanlarda bu həyatdakı böhranlarla bağlıdır ki, insan özü seçim etmədən, istəməyərək, özünün fərqində olmadan həyat özü onunla elə bir reallıqla, sərt böhranlarla üzləşdirir ki, insan özü də bilmədən növbəti təkamül mərhələsindən keçid edir. Bəzi hallarda insan bunun fərqində olaraq özü-özünə böhranlar yaradaraq, cəsarətli qərarlar verərək, özü-özü üçün çətinliklər yaradaraq növbəti təkamül mərhələsinə keçid etmək istəyir. Amma bu qism insanlar hər zaman daha az təşkil edir. Çünki insanlar hər zaman gözləmə rejimində olmağı sevir, təhlükəsizlikdə olmağı sevir. Və növbəti təkamül mərhələlərində hər zaman təhlükəsizlik dəyəri daha az olur. Azadlıq daha yüksək olur, təhlükəsizlik vacibdir, amma onun nisbəti, faiz nisbəti daha azalmağa başlayır. Və məhz buna görə daha çox cəsarətli qərarlar növbəti təkamül mərhələsinə getməklə bağlı. Bu daha çox fərqindəliklə bağlıdır ki, insan nə vaxt fərqindəlik qazanır, növbəti mərhələlərlə bağlı. Onun üçün artıq böhranı keçmək, böhran çünki keçiddir, körpüdür. Növbəti elə bir pilləkəndir də, növbəti mərhələyə keçid etmək üçün. O artıq bunun fərqində olanda o böhrandan keçmə qərarları vermək onun üçün asanlaşır. Amma bəzən elə olur ki, insanlar çox vaxtı həyatın verdiyi böhranlarla. Məsələn, sizə deyim, çox belə misal deyim, çünki bu ən ağrılı böhranlardan biridir. Bir uşaq iki valideyni itirirsə, avtomatik növbəti təkamül mərhələsinə keçid edir. Bunun başqa variantı yoxdur. Ağrılıdır, həmin o uşaq hər zaman o boşluğu bəlkə də hiss edəcək, amma o öz yaşı üçün hər zaman digər həmyaşıdlarla daha sürətli şəkildə digər təkamül mərhələsinə keçid edəcək. Həyat çünki onun üçün onu təşkil edib. O özü bunu seçməyib, o özü bəlkə də istəməyib bunu etsin. Heç kim istəməz bunu. Amma həyat bəzən bizi bəlkə də daha böyük təkamül mərhələsinə çatdırmaq üçün bizi çox sınayır, bizə çox ağır təcrübələr yaşadır və heç vaxt növbəti təkamül mərhələsinə keçid ağrısız keçmir. Sizin həyatınızda da mən əminəm, siz nə vaxt ki, növbəti mərhələlərə çatmısınız, o hər zaman ağrılı təcrübələrlə bağlı olub. Siz nə vaxt ki, o ağrılı təcrübələrə yanaşmanızı dəyişmisiniz, buna bir transformativ bir güc kimi baxmısınız, o sizi artıq növbəti mərhələyə çatdırıb. Nə vaxt ki, biz böhran yaşayırıq, qurban pozisiyasında qalırıq, biz qalırıq eyni mərhələdə. Biz o mərhələnin haqqını vermişik, amma növbəti mərhələyə keçid etmirik. Biz elə bir keçiddə qalmışıq. Nə oralıq, nə buralıq və hər zaman bizim psixikamız bu iki mərhələ arasında qalır və biz özümüzü xoşbəxt hiss etmirik. Biz hər zaman axtarışdayıq. Amma nə vaxt ki, biz bu haqdan fərqindəlik qazanırıq, onda bizim üçün növbəti təkamül mərhələsini keçid etmək rahat olur. Bəzi insanlar bunun fərqindəliyini qazanaraq, öyrənərək bunu edir, amma çox insan özü də bilmədən, fərqində də olmadan bu mərhələləri daha sürətli həyat böhranları ilə keçir. Və şirkətlər, siz fikir verin, hansı şirkətlər daha çox təkamül edir, hansı ki, böhranlara onlar psixoloji olaraq dayanıqlıdır, böhranları idarə edə bilir, böhranlara hazırlıqlı olur, buna investisiya edirlər. Çünki onlar çox gözəl bilirlər ki, böhran təkamül üçün bir imkandır. Okey, negativdir, bizi komfort zondan çıxardır, qorxuludur, risklidir, çox şeydən biz məhrum oluruq. Sakit nəfəs almaqdan məhrum oluruq. Təhlükəsizlik artıq burada çox vacib bir dəyər yavaş-yavaş sual altında olur. Amma yəni biz kimik ki, deyək ki, həyatda hər şey bizim istədiyimiz kimi olacaq. Yəni həyat, biz özümüz təkamül etməsə, həyat bizi məcbur edəcək zaten. Çünki həyat sistemi bunun üçün yaradılıb. Həyatda hər şey təkamül edir. Biz bugün burada varıqsa, bu həyat sisteminin təkamül nəticəsində formalaşan bir, məsələn də, bir varlıq olaraq biz buradayıq. Çünki milyardlarla illər boyunca çətinliklər olub, dəyişikliklər olub, iqlim və s. və s. Öz formamızı dəyişmişik, intellekt dəyişib, intellekt daha mürəkkəbləşib və canlılar da daha fərqli bir təkamül mərhələsinə keçid edib. Və insan da gələndə 2 milyon il əvvəl onun çox fərqli bacarıqları var idi. İndi gələcəyi nöqtə çox fərqli bacarıqlardan ibarətdir. Reallığa baxış tərsi ilə bağlıdır. Və bu da hamısı həyat sisteminin bir qayda qanunudur ki, okey, sən sağ qalmaq istəyirsənsə, sən təkamül etməlisən. Və indiyənə kimi milyardlarla illər boyunca heç bir canlı düşünməyib ki, sağ qalmaq üçün təbiət özü mənə adaptasiya olmalıdır. Hər zaman canlılar növbəti mərhələyə keçid etmək üçün adaptasiya olublar dəyişikliklərə, ki, onlar sağ qalsınlar. Yəni, bu da həyat sisteminin bir qaydasıdır. Mən təşəkkür edirəm Gülnarə xanım. Məndə iki tərəfdə bir qərar ən uyğun seçilmək kimi səni ifadə etmir. Bu qərar nə dərəcədə doğrudur?
Elə bir qərar, elə bir konsensus qərar qəbul etməkdir ki, həm sizi çox incitməsin nə baxımından, sizi geriyə salmasın, sizi çox reqressa salmasın, amma eyni zamanda sizi ifadə etsin. Yəni məntiqi tərəf ondan ibarətdir ki, sizi reqressiyaya salmasın, sizin təkamül prosesindən geri salmasın, amma sizin özünüzü ifadə etməyə çox ehtiyac varsa, birmənalı olaraq elə bir konsensus qərar tapılmalıdır ki, həm məntiqi olsun, həm də sizin özünüzü ifadə etməsi də olsun. Yəni əminəm ki, bir çox hallarda biz üçüncü qərarı da konsensus qərarı da tapmaq mümkündür. Yəni həyat ancaq iki qərarlardan, iki seçimlərdən ibarət deyil. Biz kompleksli, sistemli baxanda hər bir şeyə, biz əslində çox fərqli perspektivləri görəndə biz digər seçimlərdə görə bilirik. Dəyərlər arasında toqquşma zamanı psixoloji balansın qorunmağın yolları varmı? Hansılardır? Bu konflikt adaptasiya necə ola bilər? Bəs bütün dəyərləri yıxıb yenidən dəyərlər formalaşması necə araşdırma etməliyik? Bunlar hamısı təkamül psixologiyası təlimində biz keçiririk. Bu asan bir proses deyil, hər kəs üçün individualdır, amma ümumi mən nə deyə bilərəm, Əzizə xanım? Dəyərlər arasında toqquşma olanda iki variant olur. Çox ciddi toqquşma olursa, çox ciddi konflikt olursa, burada iki variant olur. Ya biz həmin mühiti tərk edirik, ya da biz növbəti təkamül mərhələsinə keçid edirik. Yeni bir dəyər sistemi formalaşdırırıq ki, özümüzü haqlı çıxartmamaq üçün qarşı tərəflə ünsiyyəti maraqlı və sağlam edək. Yəni konflikt bizim üçün eyni zamanda nə göstəricisidir ki, okey, toqquşmadır, mənim bir arqumentlər var, amma mən necə bu konflikti daha sağlam şəkildə həll edə bilərəm? Bu bacarıq bizdə formalaşır. Mən nə edə bilərəm ki, münasibət yeni bir formaya çıxsın. Yəni burada iki seçim var ya. Sizin münasibət istənilən bir sahədir. Bu iş də ola bilər, şəxsi də ola bilər, dostluq da ola bilər. Fərqli təkamül mərhələsindən keçid edir. Ya da həmin münasibət bitir, dəyərlər toqquşanda. Burada artıq hər iki tərəfin prioritetləri və seçimi olmalıdır. Əgər uzun müddətli siz bu münasibətə investisiya eləmək istəyirsinizsə, siz buna investisiya kimi baxırsınızsa və bu böhranı həll etmək istəyirsinizsə, siz onda ikiniz gəlib buna əmək qoyub bu münasibətin davam etməsinə siz öz səylərinizi qoruyacaqsınız, qoyacaqsınız. Əgər yox, ancaq bir tərəf buna investisiya edəcəksə, digər tərəf özünü haqlı çıxartmaq istəyəcəksə, məsələn, siz onda münasibəti ya olduğu kimi bitirəcəksiniz və yaxud da siz sadəcə onu yola verəcəksiniz. Bu qədər sadə. Yəni bunun digər yolları sağlam şəkildə sizin öz mental sağlamlığınız üçün hələ ki, yəni reallıqda mövcud deyil. Bəlkə də nə vaxtsa mövcud olacaq, amma hələ ki mövcud deyil. Bütün dəyərləri yıxıb yenidən dəyərləri formalaşdırmaq istəsə necə yola hərəkət etməli, necə araşdırma etməliyik? Siz yeni dəyərlər, yeni dəyər sistemlərini özündə formalaşdıran mühitlərdə olmalısınız, həmin insanlarla bir yerdə olmalısınız ki, yavaş-yavaş sizdə bu dəyər sistemləri yenidən formalaşsın, dəyişə bilsin. Əgər həqiqətən də sizin həmin o dəyişikliklərə ehtiyacınız varsa, demək ki, siz həmin o mühitlərdə, həmin o insanlarla tez-tez ünsiyyətdə olacaqsınız. Amma bunu internetlə araşdırmaqla bu mümkün deyil, çünki bu şəxsi təcrübələrlə bağlıdır və siz o təcrübələri keçməlisiniz, o böhranı keçməlisiniz, çünki bu çox ağır bir prosesdir, emosional bir əməkdir, mental sağlamlıq üzərində bir işdir ki, siz indiyənə kimi doğru hesab etdiyiniz dəyərləri onların üzərində bir transformasiya edib yeni bir baxış bucağı formalaşdırasınız. Hansı iş qurmaq baxımından qərar verməkdə çətinlik çəkmək necə aşmaq olar? Həqiqətən də hamı oxudu və bildiyi işdə uğurlu olur. Bu sizin dəyərlərinizlə bağlıdır, Gəna xanım, sizin həyatdakı vizyonunuzla bağlıdır. Sizin üçün biznes nədir? Siz biznesi necə görmək istəyirsiniz? Siz hansı sahədə insanlara pulsuz belə uzun müddətli xidmət göstərmək istəyirsiniz? Bu kimi sualların cavabı, hansı ki, bu elə bir sahə olmalıdır ki, siz orada davamlı şəkildə yenilik etmək istəyirsiniz. Siz davamlı şəkildə bu işə investisiya qoymaq istəyirsiniz. Sabah sizə heç kim inanmasa da belə, siz o qədər daxilən inanasınız ki, öz işinizə. Siz illərlə qazanc qazanmasanız da belə, bu işdə davamlı şəkildə irəliləyəsiniz. Elə bir sahəni siz artıq tapandan sonra siz artıq o sahədə iş qura bilərsiniz. Çünki ancaq düşünmək ki, hansı iş uğurlu olacaq, hansı iş gəlirli olacaq, istənilən sahədə pul qazanmaq olar. Amma burada puldan daha çox gedir söhbət dəyər yaratmaq baxımından. Siz hansı sahədə insanlara dəyər yaratmaq istəyirsiniz? Sizin vizyonunuz nədir? Ali məqsədiniz nədir? Və sizin qurduğunuz iş sizin öz ali məqsədinizə necə çatmağınıza dəstək olur? Sizin öz dəyərlərinizdən necə uzlaşır?
Bu çox önəmlidir. Çünki bizneslərin modelləri çox fərqlidir. Sahələr də çox fərqlidir. Hər biznesin öz auditoriyası var. Siz hansı auditoriya ilə işləmək istəyirsiniz? Onların hansı dərdini həll etmək istəyirsiniz fərqli bir şəkildə, rəqiblərdən fərqlənərək. Bunlar hamısı çox kompleksli bir məsələlərdir və buna sistemli yanaşmaq çox önəmlidir. Təşəkkür edirəm Coşqun bəy, çox sağ olun. Hürü xanım, mənim üçün də çox xoşdur sizi görmək. Bədən dili və üz analizi üzrə mənim onlayn kursum var. Siz onu əldə edə bilərsiniz. Mənə yaza bilərsiniz. Ödənişli bir təlimdir. Siz artıq ödəniş edəndən sonra onlayn istənilən vaxt o hazır video dərslərdir. Onu siz əldə edə bilərsiniz. Belə vebinarlar mən üz analizi və bədən dili üzrə mən keçməyəcəm. Daha fərqli mövzular üzrə keçəcəm. Məsələn, şəxsi brendinqdir, sahibkarlıq düşüncə tərzidir, daha sonra təkəbbür psixologiyasına aid olan bəzi mövzulardır və sizin də hər hansı bir təklifləriniz varsa, həmin o təkliflər arasında hansı çoxluq təşkil edərsə, mən böyük məmnuniyyətlə ödənişsiz vebinarlar təşkil edərəm. Amma üz analizi təlimim var, onlayndır, hazır video dərslər. Əldə etmək istəsəniz mənə yaza bilərsiniz. Karyera böhranı yaşayan birinə nə məsləhət verərdiniz? Cavablarınız üçün bir daha təşəkkür edirəm. Karyera böhranı yaşayırsınızsa, mən sizi təbrik edirəm. Bu deməkdir ki, siz növbəti təkamül mərhələsinə keçiddəsiniz. Bu deməkdir ki, siz artıq indiki mərhələnin haqqını vermisiniz və sizin üçün çox vacibdir ki, siz yeni bir mərhələdə olasınız. Ağrılı bir prosesdir, təhlükəsizlik üzərində məsələdə sizə fikirlər gələcək, beyniniz negativ ssenarilər yaradacaq, tərk etmə və s. və s. Özünüzə sual verirsiniz ki, mən hansı işdə özümü görmək istəyirəm? Bu iş mənim dəyərlərimə uyğundurmu? Nə qədər uyğundurmu? Hansı dəyərlərimə uyğun hansı iş tapmaq istəyirəm? Özümü harda görmək istəyirəm? Özümü necə inkişaf etdirmək istəyirəm? Özümü kimə xidmətdə özümü daha xoşbəxt hiss edirəm? Öz işimi mi yaratmaq istəyirəm? Başqa şirkətdə mi çalışmaq istəyirəm? Amma bu böhranı yaşayırsınızsa, mən sizə deyim ki, bu çox gözəl bir imkandır ki, siz özünüzü inkişaf etdirəsiniz. Buna negativ baxmayın. Baxmayaraq ki, beyin, ego negativ ssenarilər yaradacaq, sizi çəkəcək ki, siz hal-hazırdakı mərhələdə olasınız. Amma bu sizin üçün imkandır ki, siz nəyisə dəyişdirəsiniz həyatınızda. Və bu dəyişiklik biraz ağır keçə bilər, amma inanın ki, sizin əldə etdiyiniz o təkamül mərhələnizdə olan xoş bir təcrübələr, yeni dəyərlər, sizin yeni baxış bucağınız reallığa ona dəyər ki, siz bu böhrandan keçəsiniz. Doğru suallar da hər şey cavabı bizdədir deyirik. Ancaq bəzən doğru sualları seçə bilmirik. Bu formalaşması nədən asılıdır? Necə inkişaf etdirək? Mən heç vaxt özümə doğru sualların verilməsini özümdən bu qaynaq məndə gəlmir. Mən bilirəm ki, məndə nəsə bir problem varsa və indiyənə kimi özümə verdiyim sualların cavabları mənə yetərli olmayıbsa, demək ki, mən mütəxəssislə işləməliyəm. Nəyə görə mən mütəxəssislə işləməyə meyilli olmuşam? Çünki mütəxəssis mənim görmədiyim, hal-hazırdakı olan mərhələdə və yaxud da inkişaf mərhələsində və yaxud da sahəmdə etdiyim addımlarımda strateji olaraq mənim görmədiyim məsələni öz təcrübəsinə əsasən, öz metodologiyasına əsasən məndə yeni perspektiv formalaşdırır. Və mənə bəzən elə suallar verə bilər ki, mən heç vaxt bəlkə də mənim ağlıma gələ bilməzdi ki, mən o sualları özümə verim. Sizin tanıdığınız, güvənə biləcəyiniz elə bir mütəxəssis varsa, ondan işləyə bilərsiniz. Amma öz təcrübəmə əsasən deyə bilərəm ki, indiyənə kimi mənim özümə verdiyim ən güclü suallar mənim özümdən qaynaqlanmayıb. Hər zaman bu kənardan gələn suallar olub. Çünki o sualı vermək üçün də belə siz artıq fərqli perspektivdən baxmağı bacarmalısınız. Əgər siz hələ də indiyənə kimi o problemi həll edə bilməmisinizsə, sualları verə bilməmisinizsə, demək ki, sizin fərqli perspektivə ehtiyacınız var ki, o da kənardan gələcək sizə. Sizə güvəndiyiniz, intuitiv seçdiyiniz bir mütəxəssis olmalıdır ki, siz ona güvənəsiniz və artıq deyəsiniz ki, okay, bu mənim adamımdır, bu mənim insanımdır və o mənə elə suallar verə bilər ki, hansı ki, məndə baxış tərzi biraz dəyişə bilər, genişlənə bilər. Və mən o sualları artıq özümə verəndə daxilimdəki o cavabları çıxarda bilim. Və yaxud da siz ChatGPT-dən istifadə edə bilərsiniz. Mən sizə açıq şəkildə bunu deyirəm. ChatGPT-yə prompt yazırsınız ki, sən dünyada məsələn ən güclü coachsan, məsələn də mənim dərdim budur, mənim problemim budur. Mənə top 20
məni özümlə üzləşdirəcək sualları ver. Yəni siz ChatGPT-nin köməyi ilə məsələn görürsüz ki, narazısınız, istədiyiniz sualları ala bilmirsiniz. Yenidən siz ona prompt göndərirsiniz. Yenidən deyirsiniz ki, mənə növbəti sualları ver. Daha ətraflı prompt yazırsınız ki, o cavabları da siz özünüzdə formalaşdıra bilərsiniz. Yəni bu köməkdən də istifadə edə bilərsiniz siz süni intellektin. Podkastlar tövsiyə edə bilərsinizmi? Mən indi sizə bir YouTube kanalı o ingilis dilindədir. Actualize.org. Bu YouTube kanalını mən sizə çox tövsiyə edirəm. Çox fərqli perspektivlər sizdə formalaşdıracaq şəxsi inkişafla bağlı. Və eyni zamanda Azərbaycandan hansı podkastlar, məsələn, üzləşmə podkastı kifayət qədər uğurludur, kifayət qədər fərqli perspektivlər özündə göstərir. Daha sonra Our Story Studio var, yeni podkastı. YouTube və Instagram kanalları var. Azərbaycan dilində onların müəyyən bir videoları var. İnsan psixologiyası ilə bağlı, sahibkarlıqla bağlı. Sizə maraqlı gəlirsə onları baxa bilərsiniz. Belə yəni, hələ ki mən bunu sizə tövsiyə edirəm. Üzləşməni də mən yazım. Ən tanınan bizdə söhbətgahdır, amma söhbətgahda bir məsələ var ki, okey, çox qəşəng, keyfətli kontenti var, amma artıq monetizasiya o qədər vacib bir prioritet olub ki, bəzi çağırılan qonaqları mən bəzən özüm şəxsən tanıyıram, onların real dəyərləri nədir? Və onlar artıq cəmiyyətə çıxırlar, özlərini çox fərqli cür təqdim edirlər və məhz buna görə mən artıq biraz məndə güvən hissi azalıb həmin podkasta qarşı, amma yenə də onlara çox gözəl məzmunları var, əmək qoyurlar, maarifləndirirlər. Mən heç vaxt bunu unuda bilmərəm. Amma artıq tam 100% deyim ki, güvənə bilərəmmi? Yox, o da var. Our Story Studio üzləşmə, hələ ki budur mənim ağlıma gəlib. Məsələn, mən bəlkə də postlar yazaram LinkedIn-də, Telegram kanalımda, Instagramda. Qəşəng mənə ideya verdiniz ki, hansı podkastları mən sizin üçün tövsiyə edə bilərəm. Azərbaycan və Türkiyədə tərcüməsi təkamülsü yox. Mən sizə onu tövsiyə edə bilmərəm Aynura xanım, çünki türk dilində mən ədəbiyyat oxumuram, mən ingilis dilində daha çox oxuyuram psixologiya ilə bağlı. Azərbaycan dilində o ədəbiyyat yoxdur təkamül psixologiyası ilə bağlı. Bizdə çünki bununla bağlı çox ciddi problemlər var və maraqlı deyil bu ədəbiyyatı Azərbaycan dilinə tərcümə etmək. Plus siz ədəbiyyatla bilirsiniz, təkamül psixologiyasını anlamaq üçün buna ədəbiyyatdan ancaq oxumaq yetərli deyil. Ədəbiyyatdan siz oxuyacaqsınız, müəyyən bir fərqindəliklər olacaq, amma siz onu tam mahiyyətini ancaq təcrübədən keçirdərək, ancaq fərqli yanaşmaları, perspektivləri dinləyərək, ancaq bunun üzərində işləyərək siz onu tam, necə deyim də, o oturacaq sizdə. O kitabla o oturan bir məsələ deyil, çünki bu çox kompleksli bir yanaşmadır. Daha sonra mən təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Çox möhtəşəm suallar verdiyiniz üçün mənim üçün həqiqətən də çox xoş oldu. Sizi hər birinizi görmək burada. Və mən artıq sonlandırıram bugünkü vebinarımızı. Hər birinizi də xoş və uğurlu gün arzu edirəm və artıq bu webinar da hazır olan kimi hər birinizə linki də göndəriləcək. Təşəkkürlər sizə hər birinizə. Sağ olun. Çox sağ olun.